Hörmətli tamaşaçılar, hər vaxtınız xeyir. Şimşək TV canlı efirdədir. Bir nə qədər uzun aradan sonra yenidən canlı efirimiz fəaliyyətdədir və fəaliyyəti də davam edəcək. Bugün ölkə gündəmini silkələyən və geniş müzakirələrə səbəb olan mühüm bir mövzunu diqqətinizə gətiririk. Rəsmi məlumatlara görə Ramiz Mehdiyevlə bağlı dövlət qurumları tərəfindən araşdırma xarakterli tədbirlərin həyata keçirildiyi bildirilir. Qeyd edək ki, məsələ hazırda araşdırma mərhələsindədir və hüquqi qiymətləndirmə yalnız rəsmi nəticələr açıqlandıqdan sonra mümkün olacaq. Cəmiyyətdə böyük rezonans doğuran bu xəbərin hüquqi, siyasi və ictimai tərəflərini bugün canlı yayımda təhlil edəcək. Məqsədimiz faktlara söykənərək vəziyyəti araşdırmaq və tamaşaçılarımıza obyektiv mənzərə təqdim etməkdir. Və studiyamızın qonağı Heydər Əliyevin siyasətinin və bu siyasətin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin siyasətinin geniş və ayətəli təbliğatçısı Yap bugünün, sabahın, gələcəyin partiyasıdır. Müasir müstəqil dövlətçilik tariximizin banisi kitabının çox saylı elmi, siyasi, publistik, təbliğat xarakterli məsələlərin müəllifi, qızıl qələm Azərbaycan bayrağı, xalqın nüfuzlu ziyalısı, media mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış mətbuat işçisi, Şimşək TV-nin siyasi icmalçısı, Azərbaycan jurnalistlər araşdırmacı jurnalist Dəmir Qurbanlı bugünkü qonağımızdır. Və Dəmir müəllim, bildiyimiz kimi bu qədər arada çox vaxt keçdi canlı yayımla bağlı və yenidən həmişəki kimi efirimiz davam edir və qonağımız həmişəki kimi eyni zamanda da Şimşək TV-nin siyasi icmalçısı Dəmir Qurbanlıdır. Bir daha xatırladaq. Və Dəmir müəllim, siz Heydər Əliyev Akademiyasının yaradılması təşəbbüsü ilə dəfələrlə çıxışlar etmişsiniz və özünüz də respublikamızda ilk olaraq akademiya yaratmışsınız. Məqsədiniz nədir? Buyurun. Buyurun, çox sağ olun. Uzun fasilədən sonra sizin də qeyd etdiyiniz kimi Şimşək TV canlı yayımla öz fəaliyyətini davam etdirir. Bugünkü mövzumuz Heydər Əliyev Akademiyasında növbəti dərsimiz, müdrik rəhbərimiz Heydər Əliyevin fəaliyyətinin Moskva, Kreml dövrünə və həyatının siyasi təzyiqlər və mənəvi repressiya illərinə həsr edilmişdir. İlk öncə sizin sualınıza cavab olaraq qeyd eləmək istəyirəm ki, müdrik rəhbərimiz müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi. Yəni, hələ totalitar, kommunist rejimi şəraitində 70-ci, 80-ci illərdə, hətta belə 1953-cü illərdən bəri Dövlət Təhlükəsizlik Komitəsində şöbə rəisi olduğu dövrlərdən başlayaraq müasir dövrümüzü görür və düşünürmüş kimi müasir Azərbaycanın iqtisadi, sosial bazasını qurmuş və həyatının ən çətin dövrlərində siyasi təzyiqlər və mənəvi repressiya illərində müasir Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri olan lobbiçilik, diaspora fəaliyyətinin əsaslarını qoymuş. Fəaliyyətinin, həyatının Naxçıvan dövründə müasir Azərbaycanın siyasi əsaslarını qurmuş. Yəni, 1990-cı il 17 noyabr tarixində Sovet dövlətinin mövcudluğu şəraitində, yəni Komünist Partiyasının
hakimiyyətdə olduğu illərdə, İttifaq dövlətinin mövcud olduğu bir şəraitdə müasir Azərbaycan Respublikasının siyasi əsaslarını qurmuş. Yəni 90-cı ilin 17 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağını iclas salonuna gətirməklə və Milli Məclisinin tribunasından, üzərindən ən yüksələ qaldırmaqla Azərbaycanımızın siyasi əsaslarını qurmuş və eyni zamanda müasir Azərbaycan dövlətinin qurucusu partiyasının Yeni Azərbaycan Partiyası yaratmaqla yeni bir siyasi baxışlar sistemi əsasını qoymuş və xalqımızın təkidi tələbi ilə 1993-cü ildən etibarən yenidən hakimiyyətə gələrək dünyada baş verən ictimai siyasi proseslər zəminində yeni bir siyasi iqtisadi münasibətlər sisteminin formalaşmağa başladığı bir dövrdə Azərbaycana rəhbərlik edərək, Azərbaycanı xilas edərək, yəni Azərbaycanı müstəqillik itirmə təhlükəsindən, ərazilərinin tamamilə işğala məruz qalmasından xilas edərək Azərbaycanımızın, Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin tarixinə qurtuluş dahisi olaraq daxil olmuş. Benzeri olmayan siyasi xadim, dünyanı idarə etmə qabiliyyətinə malik olan, müdrik uzaq görən siyasətçi və bəşəriyyətin tarixində mövcud olmuş qurtuluş dahilərindən üstün və fərqli cəhətləri olan müasir Azərbaycanımızın qurucusu Heydər Əliyevin fəaliyyətinin müxtəlif mərhələləri barəsində, yəni həyatını ilk dövrünü əhatə edən Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti, Sovet Azərbaycanına rəhbərlik etdiyi dövr, sonra fəaliyyətinin Moskva dövrü, yəni Kremldə Sovet rəhbərliyində təmsil olduğu dövrün və SSR rəhbərliyinin erməni lobbilərinin, ermənipərəst qüvvələrin əlində Türk dünyasına qarşı və Türk dünyasının Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevə qarşı siyasi büroda qısqanclıq nümayiş etdirərək ermənilərin planlarını Azərbaycanda həyata keçirmə məqsədi ilə Heydər Əliyevin siyasi bürodan kənarlaşdırılması və həyatının siyasi təzyiqlər dövrünün başlanması barəsində və eyni zamanda sonradan hakimiyyətə dəvət edilməsi və ikinci dəfə hakimiyyətə gətirilməsi və eyni zamanda hakimiyyətə gəlməsi ilə, hakimiyyətdə olması ilə, yeni bir ictimai siyasi sistemin qurması ilə digər dövlətlərin tarixində mövcud olmuş siyasi xadimlərdən, qurtuluş dahilərindən, dövlət xadimlərindən, hərbi siyasi xadimlərdən üstün və fərqli cəhətlərini daha geniş şəkildə müasir dövrümüzdə, 21-ci əsr tariximizdə geniş və əhatəli təbliğ etmə və eyni zamanda çox böyük uzaq görənliklə müasir dövrümüz yenə də görür və düşünmüş kimi özünün siyasi varisi olan Heydər Əliyev siyasətinin ən layiq davamçısı, yəni özünün siyasi kursunun davamçısı olaraq xalqımızın yetişdirdiyi və dünyaya bəxş etdiyi İlham Əliyevin özünün siyasi varisi elan edilməsi haqqında 2003-cü ilin 1 oktyabr tarixində səsləndirdiyi fəlsəfi uzaqgörən siyasi fikirlərinin məntiqi nəticəsi olaraq Azərbaycan xalqının, dünya Azərbaycanlılarının, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin, müdrik rəhbərimizin
yüzilliklere, minilliklere hesaplanmış siyasetine verdiği desteğin neticesi olarak Azərbaycanımızın 21. əsr dövründə yeni bir dövrün əsasını koyması, yani müdür rəhbərimizin siyasetinin devam olarak Prezident Cənab İlham Əliyevin 2003. yıldan itibaren halkımızın desteğiyle, ümumi rəyi həyata keçirdiği dövrün zamanın taleplerine uygun olarak, halkımızın, devletimizin milli maraqlarına uygun olarak, beynəlxalq hüquq normalları ve prinsiplerine uygun olarak həyata keçirdiği siyasi xəttin məntiqi nəticəsi olarak 21. əsr tariximizdə yeni bir Azərbaycan yaradarak dünyaya təqdim etməsi barəsində geniş ve əhatəli təbliğat işlərini genişləndirmək məqsədilə qeyd ettiğim kimi bir sıra təkliflər vermişəm. Heydər Əliyev Akademiyası yaradılması, Heydər Əliyev İdarəçilik Akademiyası yaradılması hakkında təkliflər vermişəm və özüm ictimai əsaslarla qeyd etdiyim məsələləri geniş və əhatəli təbliğ etmək, ən əsası gənclərimizə çatdırmaq və Azərbaycanın bugününə, gələcəyinə, sabahına ağır zərbə vurmaq istiqamətində qeyri-əsası olmayan, qərəzli və məqsədli şəkildə qarayaxma kampaniyası aparan xarici blogerlara qarşı mübarizəni dərinləşdirmək, onların yalanlarını ifşa etmək, müasir Azərbaycan dövlətinin qurucusu banisi Heydər Əliyevin siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə və eyni zamanda onun siyasətinin en vaxt davamçısı olarak Prezident Cənab İlham Əliyevin dünya miqyaslı siyasi xadim olarak dünya miqyasında böyük yüze malik olması barəsində ve Azərbaycanın tarixine 21. əsr tarixine qurtuluş daha sonra daxil olmasının əsaslı faktların diliyle qeyd etmək məqsədilə mən Tovuz rayonunda öz təşəbbüsümlə, özümün təşkilatçılığımla bu siyasi xətti daha geniş şəkildə qeyd elədiyim kimi təbliğ etmək məqsədilə heç bir maddi təminat, maliyyə vəsaiti tələb etmədən, güdmədən yalnız ve yalnız milli maraqlarımıza uygun olarak siyasi xəttimizi müdafiə etmək, təbliğ etmək məqsədilə Heydər Əliyev Akademiyası yaratmışam və bu akademiyanın fəaliyyətini daha da geniş şəkildə həyata keçirirəm. Təbliğat işlərimi geniş sürətdə həyata keçirirəm. Yəni ki, müdürlük rəhbərimizin siyasətinin müxtəlif dövrlər barəsində, fəaliyyətinin ayrı-ayrı dövrlərinin tarixi əhəmiyyəti barəsində, məsələn, Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyəti dövrü barəsində, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövlətinin, Sovet komünist rejiminin maraqlarına xidmət etməsinə baxmayaraq, müdrik uzaq görən siyasi xadim Heydər Əliyev hələ en genç yaşlarından etibarən, hələ 25-30 yaşlara qədərki dövrü nəzərdən keçirək, qeyd eləməliyəm ki, Dövlət Təhlükəsizlik Komitəsinin hərbi əks-kəşfiyyat şöbəsinə rəhbərliyə başladığı illərdən etibarən müasir dövrümüzü görür və düşünmüş kimi bu orqanda SSR Dövlət Təhlükəsizlik Komitəsində yırtıcı yuvası salmış ermənilərin, erməni pərəstayələrin, erməniləşdirmə siyasətinin qarşısını almaq məqsədilə Azərbaycanlılaşdırma siyasətini həyata keçirmişdir. Yəni, ermənilərin SSR Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan SSR-nin
Dövlət Təhlükəsizlik Komitəsində erməniləşdirmə siyasətini aparmaqda məqsədin, məramın nədən ibarət olmasını və hansı hesablanmış siyasi xəttə kökləndiyini İlqar Əliyev 53-cü illərdən daha dərindən görür və hiss edirdi. Ona görə də bu siyasətə çox geniş miqyaslı bir kadr hazırlığı əməliyyatı həyata keçirdi ki, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində Azərbaycanlılar fəaliyyət göstərməlidir. Və eyni zamanda Heydər Əliyev 53-cü ilə qədərki dövrdə qeyri-millətlilərin vasitəsilə, o cümlədən ən əsasisi ermənilərin vasitəsilə Azərbaycanın görən gözü olan, düşünən beyni olan demokratik fikirli şair və yazıçılarımızın repressiyalara məruz qalmalarını daha dərindən bilirdi. Bu tarixi yaxşı bildiyinə görə bu tarixin təkrarlanmasının qarşısını almaq məqsədilə bu cür siyasi xəttə həyata keçirmişdir. Yəni biz də bu akademiyamızda həmin dövrün, müasir dövrümüz üçün əhəmiyyəti barəsində öz fikirlərimizi çatdırır. Mən qısa konkret danışıram ki, faktlar əsasında ki, sizin sualınıza cavab olaraq, bəli. Bəli, əsasən insanların maraqlı olduğunu düşünürəm ki, akademiyanın fəaliyyəti nədir? Bunu bəli, el dilində, xalq dilində. Xalq dilində, el dilində odur ki, Heydər Əliyev siyasətinin müxtəlif mərhələləri barəsində, müasir dövrümüz üçün çox böyük əhəmiyyəti barəsində, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, qurtuluş dahisi olaraq tariximizə daxil olmuş Heydər Əliyevin siyasətinin geniş və əhatəli şəkildə təhlil edilərək xalqa çatdırılması, daha dərindən mənimsənilməsi üçün. Bəli, Heydər Əliyev siyasəti canlı bir əsərdir. Biz bunu görürük və hiss edirik. Ancaq bu siyasətə qarşı müasir dövrümüzdə qarayağma kampaniyası aparıldığına görə biz o qarayağma kampaniyasına qarşı əks fikirlərimizi çatdırmaq üçün nə etməliyik? Təbliğatımızı daha da çox yüksək sürətlə həyata keçirməliyik. Və Heydər Əliyev Akademiyasının bu sahədə xidmətləri hesab edirəm ki, öz bəhrəsini verməkdədir. Yəni, mən bu akademiyanı yaratdığıma görə demirəm ki, bu belədir. Ancaq bu akademiyanın çox böyük tarixi əvəz olunmaz xidmətləri vardır. Yəni, respublikamızda yaradılması məqsədi ilə mən mətbuat səhifələrində vaxtaşırı çıxışlar eləmişəm. Cənab Prezidentə təhlillərimi vermişəm ki, həqiqətən Heydər Əliyev Akademiyası dünyada respublikamızın hər bir köşəsində yaradılmalıdır. Hətta xarici ölkələrdə belə fəaliyyət göstərməlidir. Yəni, bu siyasi kurs, dünyəvi siyasi kursu, dünya xalqlarının və dövlətlərinin maraqlarına xidmət edən siyasətdir. Yəni, bu siyasəti hər bir şəxs tərəfindən mənimsəməlidir. Yəni, hər bir şəxsin maraqlarına uyğun bu siyasi xətt həyata keçirilir. Yəni, bu siyasətin davamı olaraq müasir dövrümüzdə, 21-ci əsr tariximizə qurtuluş dahisi olaraq daxil olmuş Cənab İlham Əliyevin uzaq görən siyasətinin, uğurlu, məqsədyönlü, düşülmüş daxil və xarici siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası dünya miqyasında çox böyük siyasi nüfuza malik olan dövlətə çevrilmişdir. Nəyin sayəsində? Bu siyasi kursa Azərbaycan xalqının hər birinin verdiyi dəstəyin məntiqi nəticəsi olaraq və eyni zamanda iqtidarla xalq birliyinin mövcud olması, ordu birliyinin mövcud olmasının məntiqi nəticəsi olaraq 200 illik tarixi əhatə edən erməni işğalına 21-ci əsr tariximizdə son qoyulması. Tüm bu faktlar sübut edir ki, həqiqətən müdrik rəhbərimiz, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu banisi və onun siyasi varisi, onun siyasətini uğurla həyata keçirən, dünya miqyaslı siyasi xadim, dünya tarixinə bənzəri olmayan siyasi xadim olaraq daxil olmuş Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycan bugün
dünya miqyasında layiq olduğu yerə dayanmışdır. Yəni bu məsələlər hər biri, hər hansı istiqamətdə olsun, bu günümüzə köklənmiş, istiqamətləndirilmiş siyasətdir. Bəli, müəllim. Bağışlayın Bəli, sözünüzü buyurun. kəsirəm. Namiq adlı izləyicimiz yazıb, Akademiyanın tələbəsi Ramiz Mehdiyev idi də. İndi buna düzdür, mövzumuz hal-hazırda bu deyil. Həmən mövzuya da toxunacağıq. Qısa bir cavab vermək istəyərsiniz? Bəli, bu akademiyanı mən yaratmışam. Ramiz Mehdiyev də bu akademiyanın tələbəsi olmur. Yəni ki, müdrik rəhbərimiz Heydər Əliyev bu cür kadrlara yüksək etimad göstərib, vəzifə təyin edib, yüksək dövlət vəzifəsində çalışıblar. Ancaq bunların hər birinin daxilində gedən prosesləri, dövlətçiliyinə üzrə olan münasibətləri dövlət və hakimiyyət orqanları tərəfindən araşdırılmışdır. Yəni bunların vətənə olan münasibəti, milli maraqlarımıza olan münasibəti bugün tamamilə özünü bürüzə vermişdir. Yəni Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, dövlət və hakimiyyət orqanları tutduğu vəzifədən, mövqedən asılı olmayaraq hər bir vəzifəli şəxsin fəaliyyəti barəsində geniş bilgiyə malikdirlər və onların fəaliyyət istiqamətləri həmişə nəzarət altındadır. Ramiz Mehdiyev dövlətin əsas vəzifələrindən birini daşıyırdı. Yəni ki, prezident administrasiyasının rəhbəri idi. Bütün şöbələr rəhbərlik edir, icra başçılarına göstərişlər verirdi. Qeyri-qanuni göstərişlər verirdi. Hər bir icra başçısını rüşvətxoruna yönəldirdi. Yəni ki, güya ki, dövlətdə, hakimiyyətdə nəsə bu iş görmək istəyir, yuxarı orqanlardan tapşırıq var. Yəni, bunun hamısı şəxsi maraqlarına hesablanmış məsələlər idi. Və şükürlər olsun ki, tez bir zamanda bizim dövlət təhlükəsizlik xidmətimiz, daxili orqanlarımız, prokurorluğumuz bu məsələləri çox geniş şəkildə aşkar edərək onların barəsində geniş məlumatlar vermişlər. Və cənab prezident onun haqqında çox qəti tədbirlərini görür, vəzifədən kənarlaşdırıldı və vaxtında tədbirlər görülməyə başladı. Yəni bütün məsələlər özünü bürüzə verdikdən sonra Azərbaycan Respublikasının hüquq mühafizə orqanları özlərinin tədbirlərini həyata keçirir. Yəni Azərbaycan hüquqi dövlətdir, demokratik dövlətdir. Hər şey hüquqla, qanunla, qanunun aliliyinə hörmətlə yanaşmaqla, qanunun aliliyini təmin etməklə həyata keçirilir. Yəni Ramiz Mehdiyev kimi şəxslər cəzalandırılır. Dünənki işimə görə sağ ol, bugünkü işimə cavab ver. Yəni üzdə bunlar başqa şey danışırlar, ancaq əməldə isə bunlar başqa istiqamətdə işlər həyata keçiriblər. Bunlar da aşkar edildi və Ramiz Mehdiyev bu gün cinayət məsuliyyəti cəlb edir. Eyni zamanda qeyri-milli ünsürləri Azərbaycan Xalq Cəbhəsi Müsavat 2 hakimiyyətliyinin, 10 hakimiyyətliyinin, 15 hakimiyyətliyinin tör-töküntüləri olan təxribatçı ünsürləri öz ətraflarına birləşdiriblər. Mən o vaxtı da bu məsələ barəsində çıxış edirdim ki, necə ola bilər ki, mən Əli Kərimovu tənqid edirəm, Xalq Cəbhəsini tənqid edirəm ki, bunlar Xalq Cəbhəsi deyil, xalqa qarşıdırlar, millətə qarşıdırlar, dövlətçilimizə qarşıdırlar. Dövlət orqanlarında olan vəzifəli şəxsləri tənqid edirdim. Bəli, mən şahidəm onlara. Bunlar mənə qarşı vuruşurdular. Ayrı-ayrı şəxsləri örgədir. Məni məhkəmələrə çağırırdılar. Hüquq mühafizə orqanlarına çağırtdırırdılar. Bakı Respublika prokurorluğuna çağırtdırırdılar. Ki, mən dövlətdən ötəri danışıram. Cibimdən ötəri, öz marağıma ötəri danışmıram. Deyirəm ki, burada dövlətə qarşıdırlar bunlar. Hüquq mühafizə orqanları çox güclü şəkildə fəaliyyət göstərir. Yəni, elə şəxslərin mənə qarşı olan təqribatlarının qarşısını aldılar. Çox sağ olsunlar. Burada mən Azərbaycan Respublikasının baş prokuroruna, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Daxili İşlər Nazirimizə dərin təşəkkürümü və minnətdarımı bildirirəm. Polis orqanları rəhbər vəzifəli şəxslərinə minnətdarımı bildirirəm ki, həqiqətən onlar qanunun aliliyinə həmişə hörmətlə yanaşdılar. Yəni, keçmiş icra başçıları mənim barəmdə gətirib, onu bunu öyrədib, məhkəməyə çağırtırdılar məni. Nədir mən? Müxalifəti tənqid edirəm. Sən demə, bunlar Ramiz Mehdiyev işləyirlərmiş hamısı.
Ramiz Mehdiyev deyir, o dəmir kimdə, onu aradan götürür, onu geçsin. Mənim neçə dəfə təqdimatım gedib əməkdar jurnalistliyə, sonra medal almağa, orden almağa, hamısı Ramiz Mehdiyev üstünə xət çəkib ki, yox, o qəzetçisinə olmaz. Niyə olmaz? Mən dövləti canımla, qanımla müdafiə edirəm. Bizim hörmətli dostumuz, qardaşımız, tanınmış jurnalist, dövlətçiliyimizə, milli maraqlarımıza sədaqətlə, şərəflə, vicdanla xidmət edən Azər Həsrət çox doğru dürüst deyir. Deyir, mən dövləti canımla, qanımla qoruduğuma görə, həqiqətən xidmət elədiyimə görə məni təcrid edirlər. Bunlar da məni təcrid eləmişdilər. İndi Allah ölənlərə rəhmət eləsin, keçmiş Bakının dövründə daha geniş fürsət almışdı. Mənə qarşı. Siz demə, bunlar Ramiz Mehdiyevin göstərişini yerinə yetirirlərmiş ki, dəmir aradan götürmək lazımdır. O kimdir düşür ortalığa? Kimdir Əli Kərimovu tənqid edir? Elçi bəy tənqid edir. Musavat başkanını tənqid edir. Sonra Milli Şuranı tənqid edir. Siz demə, bunların senarisindən bunlar yerlərdə təxribat törədirlərmiş. İcrabatçıları da bunlara gizin pul ötürü təlimat verir. Keçmiş başçıları mən nəzərə tuturam. Hələ burada Allah rəhmət eləsin, gülələdilər, o cəbhəçi var idi, Füdün Ələkbəri. Ona 5.000 manat vermişlər ki, dəmiri tutulmağa səhən havəl edirik. 11 dənə, 12 dənə ərizə yazdırmışdılar mənim barəmdə məhkəməyə. Çox sağ olsun hakimlərimiz, məhkəmələrimiz. Qanun nədir? Onunla getdilər. Gördülər ki, bunun hamısı şərbi ötan dəmirə qarşı təşkil olunub, hamısını ləğv elədilər. 15 nəfər qadını örgədib mənim üzümə qoymuşdular. Bir dəfə burada bir kömürçü var idi. İskəndərov Ramin Romanoğlu, Aksafadan. Gəlib burada post işçilərindən, başqa işlərlə məşğul olurdu, rüşvət qorğuyla məşğul olurdu. Sonra da ondan yazdım, onu örgətdilər, ərizə yazdırdılar. Onun əlaqədə olduğu qadını örgətdilər. Adını çəkmirəm o qadını mən, lazım gəldi çəkəcəm onun adını. Onu işdən qovdurdum, getdi. O Ramini də qol attırdım işdən, o həmən adamı da getdi. Tamam sistemdən sildilər. Yəni demək istəyirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları böyük bir güzgüdür. Hər şey göstərir, bir kompüterdir. Bütün insanın daxili orqanına kimi çıxardır. Getdiyin yerdə sənin yerişindən tutur, baxışından tutur. Gözlərindən oxur ki, sənin fikrindən nə keçir. Ramiz Mehdiyevi də o cür tutdular, o cür müəyyən etdilər, araşdırdılar. Bəli, müəllim, bağışlayın sözünü kəsirəm. Bizim öncəki canlı yayımlarımızda siz canlı yayıma çıxan kimi müxalifətçilər və dəstək verən şəxslər tökülürdü və sizi birbaşa şəkildə, ağır şəkildə təhqir edirdilər. Təhqir edir, heç kimdə reaksiya vermirdi. Bəli, təhqir edirdilər. Bax, buyurun, zaman bu zamandır. Həmən insanlara sözünüz, söhbətiniz nədir? Görürsə, dövr zaman yetişdirir hər şeyi. Bu deyir, bağban tələsər, armud vaxtında yetişər. Armud yetişən kimi onun vaxtında dərməsən, yılmasan, o düşəcək yerə. Yəni, vaxtı keçir də. Bəli, Əli Kərimdən danışan kimi sırazı çox təhqir, ağır təhqirlərlə şəxsinizi təhqir edirdi. Azərbaycanda Xalq Cəbhəsi adında bir qurum SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Sovet İttifaqı Komünist Partiyasının Mərkəzi Komitəsinin ideoloji katibliyinin siyasi büronun tapşırığına əsasən yaradılmışdı. Mən bu məsələləri müşahidə eləmişəm. Baxın, onların bütün fəaliyyət istiqamətləri erməni işğalını sürətləndirilməsinə, Azərbaycanın parçalanmasına yönəlmişdi. Fikir verirsinizmi? Bax, 88-ci illərdə də başladılar, neynədilər? Güya Qarabağa dəstək verirlər, güya Qarabağın işğal olmasına qarşı çıxışlar edirlər, güya ermənilərin təxribatına qarşı çıxış edirlər. Bütün bunlar hazırlanmışdı. Hakimiyyətə səriştəsiz, qabiliyyətsiz, erməni pərəst, müasir Azərbaycan dövlətinin qurucusu banisi, dünya miqyaslı siyasətçi, qurtuluş sahisi, Heydər Əliyevin əksinə olan bir şəxsi Vəzirov hakimiyyətə gətirdilər. Sonra da neylədilər? Onunla ölkədə qarşılama yaratmaq üçün bir cəmiyyət yaratdılar. Xalq Cəbhəsi, adını qoydular Xalq Cəbhəsi. Xalqın cəbhəsi deyil axı bu. Bu bir qrup təxribatçının cəbhəsi idi.
Axı CHP ağırdan yüngül şəxslərin, Allahsız ruh xəstələrin, siyasi kəsçilərin, gəmliklərin, həşarətlərin, vətən xainlərinin, ermənipərəst qüvvələrin, yaxşı onlar Azərbaycanı istəyirdisə siyasi büro, SSR rəhbərliyi, ermənilər baş qaldırmaq istəyəndə, Qarabağ məsələsini gündəmə gətirəndə niyə Heydər Əliyev vəzifədən kənarlaşdırdılar? Heydər Əliyevi göndərirdilər Bakıya. Ged o məsələni həll elə. Niyə? Niyə Volskini, SSR Mərkəzi Komitəsinin şöbə müdürünü Qarabağa göndərdilər. Heydər Əliyev göndərmədilər. Niyə? Heydər Əliyev orada izolasiya sürətini saxladılar. Bugünkü mövzumuz da ondan ibarətdir. Ki, siyasi təsislər altında saxladılar ki, Heydər Əliyev heç kimlə danışa bilməz telefonla, sonra kütləvi informasiya vasitələrində çıxış edə bilməz, əhalilə görüşə bilməz. Niyə? Qarabağ məsələsindən bahane edə bilər. Ermənilərin işğalçılıq siyasətinin qarşısına ala bilər. Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsinə öz töhfəsini verə bilər. Azərbaycanın parçalanmasını qarşısına ala bilər. Ona görə də neynədilər? Cəbhə adı altında harda sərxoşluqla məşğul olan narkoman var, sonra siyasi cəhətdə kütbeyin olan siyasi məzununları, özlərini dərk eləməyən şəxsləri, bir sözlə anlaqsız ruh xəstələri, siyasi cəhətdən anlaqsız olan şəxsləri. Baxmayaraq ki, bu universitet müəllimi idi, Yetki bəy, bu hüquq fakültəsini qutarıb, bu hamısı təxribatla məşğul idi. Bunları xüsusi hazırladılar kəşfiyyat orqanları ki, 88-ci ildə meydanda cəmaatı ayağa qaldırır. Mən onda Bakı şəhərində yaşayırdım. Sonra neynəsindən güya bunlar Vəzirova qarşıdırlar. Vəzirov da bunlara qarşıdır. Bunlar teatr kimi şey qurmuşdular. Siz belə eləyin, mən belə eləyim. Güya ki bunlar Vəzirova imkan vermirlər işləməyə. Güya Vəzirov da bunları qoymur. Bunlar hamısı bir-birindən qurma məsələlər. Məsələ üçün iki qardaş çıxış edir aktyorda, bir-birinə belə deyir, bir-birinə belə deyir. Ancaq faktla həyatda qardaşdırlar. O rolu ifa edirlər. Bunlar da bu rolu ifa eləməlidirlər ki, Azərbaycan parçalansın, dağılsın, ermənilər rahatca Qarabağ işğal eləsinlər. Azərbaycan digər ərazilərini işğal etməli qoysunlar, müstəqil Azərbaycan adlı dövlət xəritəsində dövlət olmasın. Bəli, müəllim, necə düşünürsünüz? Ramiz Mehdiyevin Əli Kərimli və başqaları ilə əlaqəsi uzun illərlə bir idi. Bəli, bunlar, mən bu barədə çox saylı çıxışlar eləmişəm ki, bunların dövlət və hakimiyyət orqanlarında adamları var. Belə tədbir görülmür. Yenə hər hansısa bir izləyicimiz bizə o şey göndərdi, nəsə figur göndərdi. Bəli. Xahiş edir elə bir figurlar atmayın, o varmı? O insanlar da, bax o cür insanların adamlarıdır. O cür düşüncəli olan insanlar. Yəni, siyasi mən onları qınamıram, çox sağ olsunlar. Orada da təşəkkürümüzü bildirir, minnətlarımız bildirir ki, onlar da o cür düşünürlər də, o cür münasibət bəsləyirlər. Biz onlara heç şey deyə bilmərik. Yəni, o bəzi bir şair var idi, o deyirdi ki, iki cür aləm var. Deyir, bir heyvanlar aləmi var, bir insanlar aləmi var, insanlar var. Yəni, hərə deyir, bir cür başa düşür hər şeyi. Yəni, insanlar deyir, bəzi şeyləri bu cür dərk edir, o cür dərk edir. Ancaq bizim siyasi baxışlarımız səviyyəsində olmadıqlarına görə bizdən onların sözləri uyğun gəlmir. Yəni, vaxt gələcək ki, fikirləşəcək ki, hə, o vaxtı Dəmir adlı bir adam belə çıxış edirdi, sən demə o düz deyirmiş. Görürsünüzmü? İndi həmən məsələlər ortalığa çıxıb. Yaxşı, mən Əli Kərimov haqqında tənqidə çıxış edirəm. Onu cəzalandırmaq əvəzinə məni məhkəməyə çağırırlar, məni prokurorluğa göndərirlər, mənim barəmdə ərizə yazdırırlar. Allah rəhmət eləsin Tofiq Zeynalov, orada da qardaşı ona himayədarlıq edir. Ramiz Mehdiyevin ən yaxın adamları olurlar. Ramiz Mehdiyev təyin eləməmişdim onları. İndi də gəlib bax, bu cür məsələlər var. İndi siz hansı məsələni deyirsiniz deməli? Ramiz Mehdiyevin Əli Kərimli necə düşünürsünüz? Bəli, bunlar məxfi surətdə, ölkədə bunlar silək qarşıdurma yaratsınlar. Bundan istifadə eləyib hakimiyyətə elə keçirsinlər. Yeni bir idarəetmə sistemi yaratsınlar. Məsələn, onların səs yazıları aşkar olunubdur, elə deyilmi? O səs yazılarında deyir ki, yeni bir sistem
qurmaq istəyirik. Biz idarə etməni dəyişdirməliyik. Görün kimlər gəlib, kimə meydan oxuyur. Bir vaxtı var idi, Sürət Hüseynov gəlib Heydər Əliyev meydan oxuyurdu. Dünənki uşaq. Gəlib deyir, İlham Əliyev kimi dünya miqyaslı siyasi xadimə, dünyanı idarə etmə qabiliyyətinə malik olan şəxsə, yəni ki, Amerika Birləşmiş Ştatlarının prezidenti və onun vitse-prezidenti İlham Əliyevi dünyanın ən nüfuzlu siyasi xadimi adlandırır. Dünyanın lideri adlandırır. Dünyanın lideri olaraq qəbul edilir. Yəni, dünyanın hərbi siyasi tarixinə yeniliklər bəxş etmiş, yeni bir Azərbaycan qurmuş, dünyada sülhün, təhlükəsizliyin təmin edilməsinə, dostluğa, qardaşlığa hesablanmış, siyasi xətt həyata keçirən Cənab İlham Əliyevin siyasi dünya görüşünə, diplomatik gedişlərinə, fəlsəfi baxışlarına, idarə etmə qabiliyyətinə, dünya ölkələri, dünyanın ən nəhəng ölkələri görün nə cür qiymət verir. Amerika Birləşmiş Ştatları kimi dövlətin prezidenti onu öz yanında tuturur. İlham Əliyevə görə də Ermənistanın baş naziri deyir, sən nə burada otur? Dərs öyrən, ona dərs keçir ki, İlham Əliyevə görə sən burada tuturam, ha. Qol çək, get, ağıllı ol günah. Yəni, bütün bunlar hamısı Cənab Prezidentin siyasətinin məntiqi nəticəsidir ki, dünya miqyasında Prezident Cənab İlham Əliyev siyasi xəttinə çox yüksək dəyər verilir, çox yüksək qiymət verilir. Bütün bunlar onun nəticəsidir. İndi belə bir şəxsə qarşı Ramiz Mehdiyev kimilərin bu cür tədbir həyata keçirilməsi və o həsarətlərdən, kəsicilərdən, gəmiricilərdən, mənəvi, psixoloji virusun daşıyıcılarından, ondan sonra o yaramaz ünsürlərdən, ermənipərəst qüvvələrdən istifadə etməklə ölkədə təxribat törədib, çevriliş eləmək fikirləşir. Yəni, öz düşüncəsinə uyğun olaraq. Ramiz Mehdiyev də anlaqsız şəxsdir. O qədər harınlamışdı ki, o qədər pul yığmışdı ki, üzü başı pozulmuşdu onun. Bilmirdi ki, nə iş görsün. Pulu hara xərcləsin. Artıq bu havalanmışdı ki, nə qədər pul yığmaq olar, nə qədər korrupsiyona məşğul olmaq olar. Görün, ölkədə Ramiz Mehdiyev gedəndən sonra nə qədər korrupsiyaların qarşısı alınmışdı. İcra hakimiyyətlərində, dövlət və hakimiyyət orqanlarında, digər orqanlarda ölkəmizdə nə qədər sabitlik yüksək səviyyədə möhkəmləndirilmişdir. Yəni, Ramiz Mehdiyev kimiləri qüdrətli dövlət başçısının olması, İlham Əliyev kimi güclü siyasi xadimin hakimiyyətdə olmasını istəmirlər. Bax, ona görə də bu variantı əl atırlar. Bax, ən güclü siyasi xadim dünya miqyasında İlham Əliyevdir. İkinci bir siyasi xadimə rast gəlinmir. Mən tam məsuliyyətimlə deyirəm, tamamilə düzgün deyirəm, faktlara sinad deyirəm ki, həqiqətən dünyanın ən nəhəng ölkələrinin rəhbərlərindən də güclü siyasi xadim İlham Əliyevdir. Yəni, faktlara sinad eləyək. Onun yetişdiyi mühit, formalaşdığı mühit və idarə etdiyi dövlətin hər vətəndaşının ona verdiyi dəstək. Görün, 44 gün ərzində 200 ili tarixi əhatə edən erməni işğalına, işğalçılıq siyasətinə hansı dövlət son qoya bilər? Azərbaycan. Bu nəyin hesabına? Ölkə başçısının həyata keçirdiyi uğurlu, məqsəd yönlü, düşünmüş daxili və xarici siyasətinin və bu siyasətə Azərbaycan xalqının verdiyi dəstəyin, Azərbaycan ordusunun verdiyi dəstəyin məntiqi nəticəsi olaraq və nail olmaq olar. Məsələn, Rusiya ilə Ukrayna arasında 4 ilə 5 ilə müharibə gedir. Ruslar sinəsinə döyürdü ki, 2-ci Dünya müharibəsində Ruslar qələbə salıb. Və qələbə salırsa bir Ukrayna ilə bacarmırsan. Sonra bu Almaniya qarşı müharibə gedirdi. Bu Azərbaycanın mövqeyini nəyə görə işlandırmışsın? 97% aviasiya benzinini Azərbaycan verirdi. 87% sürtük yağlarını verirdi. Yəni 100%-ə qədər Azərbaycan 2-ci Dünya müharibəsində rol oynamışdır. Moskvaya qəhrəman şəhər verilib, Bakı şəhərinə verilmiş. Yəni demək istəyirəm, müqayisəli təhlil üçün deyirəm ki,
dünyada İlham Əliyev qədər Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrimiz Ali Baş Komandanı müasir Azərbaycanın tarixinə qurtuluş dahisi olaraq daxil olmuş. Cənab İlham Əliyevin siyasətinin nəticəsi olaraq Azərbaycan bu mərtəbəyə ucalmışdır. Yəni elə bir siyasi xadim yoxdur dünya miqyasında. Yəni biz, məsələn, mən əsaslandırıb deyirəm ki, İlham Əliyev Azərbaycan Respublikasının prezidenti 21-ci əsr tariximizə qurtuluş dahisi olaraq daxil olur. Bəli, əsaslandırıram. Məsələn, 18-ci əsrdə George Washington 1775-1783-cü illərdə Amerika xalqlarının İngilis müstəmləkəçiliyinə qarşı mübarizəsi rəhbərlik edir. Yəni, İngilis müstəmləkələrindən Amerika xalqlarını azad edərək Amerika xalqının qurtuluş dahisinə çevrilmişdir. Yəni, müqayisələr təhlil etsək, 18-ci əsrdə nə BMT var idi, nə AŞPA var idi, nə ATƏT var idi, nə İngilis müstəmləkəçilərini silahlandıran Rusiya kimi bir dövlət yox idi, nə ingilislər onları silahlandırmırdı, nə hərbi siyasi dəstək vermirdi, nə daydaylıq eləmirdi onları. Ancaq 21-ci əsrdə Ermənistan adlandırılan forpost ölkə Rusiya tərəfindən hələ 20-ci əsrin son 10 illiklərindən silahlandırılması daha da gençləndirilmişdi. Yəni, atəşkəs dövründən sonraki illərdə, yəni 1994-cü ildən sonra Rusiya Federasiyası Ermənistana $1 milyard artıq təmənnası silah-sursat vermişdi. Yəni, ondan sonraki dövbəli. Fikrinizi unutmasanız, şərhləri izləyirəm və görürəm ki, fikirlərinizə qarşı olan var və eyni zamanda hər fikir olanlar da var. Sizin tərəfinizi saxlayan insanlar çox hal-hazırdır. Çox sağ olsunlar. Amma öncə daha çox idi, indi fikirlər dəyişibdir, müsbətə doğru. Bəli, bilirsinizmi? Bizim çıxışlarımız hər bir müasir Azərbaycanın gələcəyinə hesablanmış çıxışlardır. Yəni, Cənab Prezidentin siyasətinin təbliğatıdır. Yəni, demək istəyirəm ki, bəyənən də sağ olsun, bəyənmən də sağ olsun. Yəni ki, bu barmağın hamısı bir deyil. Eyni gücə malik deyil. Bunun hamısı mənimdir. Bunun insanlar da ki, və dinləyən şəxslər də, qulaq asan insanlar da çox sağ olsunlar. Onlara çox dərin təşəkkürümü bildirirəm ki, dinləyirlər. Nə cür qarşılayırlar, onları şəxsi işləridir. İnsan nə cür dərk edirsə, o cür də münasibət bildirir. Bu təbii olan şeydir, mən onları heç birindən incimirəm. Ancaq Cənab Prezidentin həyata keçirdiyi siyasətdə biz danışırıq. Cənab Prezidentin dünya miqyasında mövcud olan siyasətçilərdən, siyasi xadimlərdən üstün cəhətlərini danışırıq ki, 21-ci əsrdə öz xalqının, dövlətinin, dünya xalqların, dünya dövlətlərin tarixinə qurtuluş dahisi olaraq daxil olmuş ikinci bir dövlət xadimi rast gəlmir. Yalnız İlham Əliyev. Baxmıyorum, tamamilə faktlar əsasında bunu qeyd edirəm mən. Yəni, George Washington'la Cənab İlham Əliyevin fəaliyyətinin, siyasi baxışlarının, fəaliyyətinin fərqli və üstün cəhətlərini. Yəni, 21-ci əsr tariximizdə, belə deyilmi? 21-ci əsr tariximizdə Ermənistan Respublikası çox güclü silahlandırırdı. Fransa Respublikası, Rusiya Federasiyası, bax, Rusiyanın orada hərbi bazası var, sonra kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür. Çox böyük dövlətlər Ermənistanı silahlandırırdı. Ancaq 1775-83-cü illərdə İngilisləri kim silahlandırırdı Amerika xalqlarına qarşı? Heç kim. Müstəqil olaraq o müstəmləkəçiliyə qarşı Amerika xalqları mübarizə apardılar, müstəqillik qoşdular. Ancaq 21-ci əsrdə düz 30 il müddətində hələ 1804-cü illərdən başlayaraq ermənilərin böyük Ermənistan yaratmaq məqsədi ilə Azərbaycan ərazilərinə köçürülməsi, deportasiya siyasəti, etnik təmizləmə siyasətlərinin, işğal, təcavüz siyasətlərinin davamı olaraq işğal altında olan Doğma Qarabağımızın işğaldan azad edilməsi istiqamətində
Prezident Cənab İlham Əliyev dünya miqyasında görün nə qədər böyük işlər görmüşdür. Bəli, müəllim, fikrinizi unutmayın. Şərhlər var. Sizin fikir mövqeyinizə görə Sovet ideologisti kimi təqdim edirlər. Mir Şahin 2 kimi sizi təqdim edirlər Fikirləriniz varmı bu həmən izləyicilərə? Çünki belə fikirləşən vacibdir onlara fikir. Bəli, mən nə Mir Şahin deyiləm, nə heç kəs deyiləm. Mən Cənab Prezident Azərbaycan xalqını və dövlətini təmsil edir. Biz Azərbaycan prezidentini xalq seçib. Yəni, Konstitusiyamızın 106-cı maddəsində yazılıb ki, Azərbaycan Respublikasının prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası prezidentinin şərəf və ləyaqəti qorunur. Yəni, 54-cü maddədə yazılıb ki, dövlətin və cəmiyyətin həyatında müstəqil iştirak etmək Azərbaycan vətəndaşlarının hüququdur. Dövlətə və cəmiyyətə qarşı həyata keçirilən dövlətə qarşı qiyama, təxribata müstəqil müqavimət göstərmək hər Azərbaycan vətəndaşının borcudur. Bu da mənim borcumdur. Yəni biz dövlətin təbliğatçıları olaraq, eyni zamanda xalqın təbliğatçıları. Xalq dövlət, dövlət xalq üçündür. Və dövlət xalqa xidmət göstərir. Görün bizim hüquq mühafizə orqanlarının, hüquq mühafizə adından da bəlli olduğu kimi hər bir vətəndaşın hüquqlarının müdafiəçisidir. Xahiş olunur fikirlərinizi tənqidlə bildirin. Təhqirlə fikir bildirən şəxslər blok olunacaq və səssiz alınacaq. Təhqir edən vətəndaşlarımızı məlumatlandırıram ki, onlar haqqında qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq tədbir görüləcək. Yəni, bax görürsünüzmü? Təhqir yazdırırlar. Mənim barəmdə rəhbərlikdə olan şəxslərdir. Bax görürsünüz, mən dövləti təbliğ edirəm. Dövlət siyasətimiz geniş əhatəli təbliğ edirəm. Mən öz maraqlarıma köhlənmiş fikirlər səsləndirmirəm. Diyəcəm, bu vaxt gəlib burada dövlətimizin siyasətini təbliğ edirəm ki, gəlib o xarici blokerlər nə qədər yaramaz, təhqir dolu ifadələr səsləndirirlər. Biz onlara qarşı mübarizə aparırıq. Və eyni zamanda ölkə prezidentinin nəyə qadir olduğunu hər bir şəxs yaxşı bilir və biz də əlavə olaraq öz fikrimizi çatdırırıq ki, həqiqətən Azərbaycan prezidenti dünyada mövcud olmuş siyasi xadimlərdən ən güclü siyasi xadimdir. Yəni, George Washington Amerika Birləşmiş Ştatları kimi dövlətin tarixinə qurtuluş sahəsi olaraq daxil olur. Yalnız bizcə İngilis müstəmləkəçilərinə qarşı mübarizə aparıb qurtuluş sahəsi olur. Amerika xalqlarını müstəqilliyə qovuşdurub, qurtuluş sahəsinə çevrilib. İlham Əliyev isə 200 illik tarix əhatə edən erməni işğalına son qoymaqla, qüdrətli Azərbaycan dövləti yaratmaqla, Azərbaycanın işğala məruz qalmasını qarşısını almaqla, Azərbaycanın müstəqilliyi qoruyub daha da mükəmmələndirməklə, ölkəmizdə güclü hüquqi dünyəvi dövlət bərqərar etməklə, hər bir vətəndaşın hüquqlarının yüksək səviyyədə qorunmasını təmin etməklə, Azərbaycanın dünyada mövqenin daha da mükəmmələnməsinə hesablanmış siyasi xətt həyata keçirməklə 21-ci əsr tariximizdə qeyd elədiyimiz kimi qurtuluş dahisinə çevrilmişdir. Yəni ki, bu inkar edilməz faktlardır. Yəni bunu heç kəs inkar edə bilməz ki, Cənab Prezident tariximizə qurtuluş dahisi. Yəni, bunu öncə mən demişəm. Qurtuluş dahisi məsələsini ilk olaraq mən dilə gətirmişəm. Mən əsaslandırmışam, mən demişəm. Kimin sözü var, çıxın qarşıma. Bunlar hamısı müxalif yönümlü öz şəxsin maraqlarına hesablanmış fikirlərdir. O həmin şəxslər ki, onlar öz maraqlarını güdür. Mən öz maraqlarımı heç vaxt güdməmişəm. Mən milli maraqlara, Azərbaycan xalqının hər birinin maraqlarına uyğun fikrimi səsləndirmişəm. Bugün də səsləndirirəm, sabah da səsləndirəcəyim bildirirəm. Kimlərsə də öyrədirlər ki, bu dənə çıxıb o Şifşək TV'də danışır. Onu təhqir eləyin, onu deyin ki, sən belə danışırsan, sən bir şahidsən, sən filan kəssən. Məqsəd nə ola bilər, müəllim? Sizi məni yayındırmaq istəyirlər. Yəni, o vaxtı məni başqa cür yayındırmaq istəyirdilər ki, məni bezikdirsinlər, mən çıxıb danışmayayım. Çünki məni məhkəmələrə çağırdır, bəhq qeyd elədim. Çox sağ olsun, bizim hakimlərimiz çox ədaləti həyata keçirirlər, ədalətlə baxırlar hər işə, qanunla baxırlar. Qanunçuluğu çox ciddi
sürətdə qoruyub möhkəmləndirirlər. İnsan hüquq azadlıqlarına hörmətlə yanaşırlar. Mesela bizim polis organlarımız, polisin andı var. Yazır ki, polis organlarında fəaliyyətə başladığım andan Azərbaycan Respublikasının konstitusiyasını və digər qanunlarına əməl edəcəyimə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacağıma, intizamlı olmağa, xidməti vəzifəmi şərəflə vicdanla yerinə yetirməyə, ictimai siyasi sabitliyi qorumağıma, möhkəmləndirməyə və lazım gələrsə canımdan keçməyə hazır olacağıma and içirəm. Hüquq mühafizə orqanları, Azərbaycan polisi buna and içib bunu yerinə yetirici eləyir. Yaxşı, biz olan şey deməliyik. Kimisə marağına uyğun danışmalıyam. Mən şəxsi maraqlarıma uyğun çıxışlar eləsəydim, mən bu ifadələri işlətməzdim. Çünki mənə qarşı çox böyük haqsızlıqlar həyata keçirilib. Məni bu yoldan çəkindirmək üçün, yəni Ramiz Meytiyevə xidmət edən keçmiş icra başçıları və onun Bakı şəhərində mərkəzi aparatda olan himayədarları və bugün də onlar mənə qarşı mübarizə aparırlar. Yəni, bax, mən müdürlük rəhbərimizin 100 illiyinə kitab çap elətdirdim, çıxartdırdım, nəşr etdirdim, özüm yazmışam. 100 illik medalını kimə verdirlər? Öz yaxınlarına, öz dostlarına. Heç məni çağırmadılar. Yəni, mən ondan inciməmişəm. Görürsünüzmü? Mən öz marağımı gütsəydim, derdim, mən bunu eləmişəm, orada heç məni mükafatlandırmadılar. Mənim heç nədə təmannam yoxdur. Təmannam olmadığına görə də mən cənab prezidentin əskəriyəm. Necə ki, ön cəbhədə əskərlərimiz əllərində silah dayanıblar, sərhəd boyu ərazilərimizdə, cəbhə boyu ərazilərdə, döyüş postlarında, mən də ideoloji sahənin, siyasi sahədə Prezident cənab İlham Əliyevin əskəri olaraq onun siyasətini geniş və xətərli təbliğ etməklə məşğulam. Öz canın bahasına, öz qanın bahasına. Necə ki, bizim qəhrəman igid oğullarımız Prezident cənab İlham Əliyevin siyasətinə dəstək verərək, onun çağırışa cavab verərək, onun komandanlığı döyüşməkdən qürur hissi keçirərək, Azərbaycan Respublikasının dövlət himnində qeyd olunduğu kimi can verməyə, qan tökməyə hazır olduqlarını döyüş meydanında qəhrəmanlıq, igidlik, cəsurluq, döyüşkəni nümayiş etdirərək, ən yüksək zirvəyə ucalmaqla, ən yüksək zirvəni fəth etməklə, şəhidlik zirvəsinə yüksəlməklə təsdiq etdikləri kimi, biz də bu cəbhədə kimin nə cür qiymət verməsinin asılı olmayaraq bu fəaliyyətimizi daha da günü-gündən gençləndiririk. Yəni ki, kimsə orada nə rəy bildirir, nə deyir, bilirsiniz, o istəyənməyən şəxslərdir. O kəsicilər var. Məsəl üçün, kənd təsərrüfatından biz cəmiyyətin inkişafını müqayisəli təhlil aparır. Fəlsəfədə belə bir şey var. Təbiətin, cəmiyyətin, idrakin ən ümumi inkişaf qanunları haqqında elmdir. Yəni, təbiətdə, cəmiyyətdə nələr baş verir? Məhsulun inkişafına manifestör etmək üçün orada olur kəsicilər, gəmiricilər, həşarətlər. Baxışırlar, biz onlara qarşı deyilik, kimyavi preparatlardan istifadə edirik. Cəmiyyətdə də biz siyasi preparatlardan, siyasi cərrahi əməliyyatlarından, siyasi dezinfeksiya işlərindən işlərini aparmalıyıq ki, həmin şəxslər dərk eləsinlər. Onların şuurunda, düşüncələrində, baxışlarında çox böyük dezinfeksiya işləri aparmaq lazım. Onların beyinləri yuyulmalıdır. Beyinlərində cərrahi iş aparılmalıdır. Yəni ki, onlar dövrün, zamanın şəxsi məzunlarıdır. Cəmiyyətdə neyinə təxribat törədək? Arı qarışdıraq. Xeyr. Heç kəs arı qarışdıra bilməz. Heç kəs Azərbaycanda dövlət çevrilişi cəhd edə bilməz. Neçə ki, Azərbaycan xalqı var. Müdür Heydər Əliyev siyasətinin davamçısı olaraq Prezident cənab İlham Əliyev uğurlu, məqsəd yönlü, düşünülmüş daxili və xarici siyasət həyata keçirir. Heç kəs Azərbaycanda fikirləşməsin ki, dövlət çevrilişi eləyər, hakimiyyət elə keçirər. Yəni, bu hakimiyyət dəyişkənliyi eləmək istəyən adamlar o harınlamış adamlardır. Onlar istəyirlər ki, hakimiyyətdə zəif adam olsun.
dağılsınlar, talasınlar, parçalasınlar. Onlar möhkəm hakimiyyəti qəbul eləmək istəmirlər. Ona görə də bugün bu məsələlər ortalığa çıxır. Bəli, müəllim. İndi mən belə çıxış eləyirəm, bəzi adamları örgədirlər, həmən şəxslərdir. Onlar nə bilir nə var diyor. Bilmir harda pişir, deyir bir çöp-çöpürə qoyayım. Yəni onlar da sağ olsunlar, onlar da minnətdaram ki, çox sağ olsunlar. İndi öz fikrini bildirir, kimsə də indi onları öyrədir, ya deyir, belədir, ya elədir. Məsələn, mən o Əli Əliyev var, o Qarabağ müharibəsi veteranları, iştirakçıları, sonra şəhid Əli bilir. Heç Qarabağın üzünü görməyib bu adam. Tovuzda, sərhədboyu ərazidə adı həqiqi hərbi xidmətə gedib, müddətli. Oradan da qaçıb. Fərari olur. Bunu gətirib Qarabağ müharibəsi əlləri cəmiyyətinə Tovuzların şöbə sədr qoyurlar. 2 dənə də bunu otaq veriblər. Mən çıxış edirəm. Onu tənqid edirəm. Bir nör gəlir ki, yenə əli boyda başına daş düşsün. Dayandım. Nəsə bax, belə məsələ... Buyurun. Belə məsələlər var. Yəni ki, demək istəyirəm ki, məsələn, indi də bu şəxslər belə bir fikir səsləndirirlər, nə bilim, belə ifadələr işlədirlər. Ona görə mən bu fikrimi çatdırıram ki, bunların hamısını öyrədirlər. Öyrədirlər ki, sən deyinən ki, belədir. İndi mən Əli Əliyevdən danışıram ki, o şöbəyə, o quruma şəhid atası, şəhid anası rəhbəri eləməlidir. İndi hansısa şəhid anasını ələ alıb, örgədir ki, deyinən ki, əl boyda başına daş tutsun. Görürsünüzmü? Mən deyirəm, bu Ferrari'dir. Orada şəhid anası oturmalıdır, şəhid atası oturmalıdır, şəhid qardaşı oturmalıdır. Ferrari yox. Ferrari, bu adam şəhidlərimizin ziyarətinə getmir. Gedəndə də deyir ki, icra başçısı getsin, mən də gedim. Bu icra başçısı mən bəsə gidir. İndi tədbirlərdə də yara cəmaatı keçir, bu gedib başçının böyründə dursun. Hamı görsün ki, bu başçının adamıdır. Sən kim, başçı kim? Sən kim sənə gəlib başçının böyründə durursan? Sən başçı ilə bəsə giribsən ki, başçı geçsin, mən də gedim. Sənə başçı, görün nə qədər işlər görür rayonumuzda, nə qədər tədbirlərdə iştirak edib. Sən də gəlirsən, o bir gözündən gülən oğlan var, o tərəflərdəndir. Gəlirsən, yalanla bir şəkil çəkirsən, ona buna bir fərman yazırsan, cümlələri də səhv yazırsan. Şəhid falan kəsə ölümündən sonra fərman verirsən. Sən kimsən? Mən bunları danışıram. Yəni, o Əli Əliyev söhbət kimmişdən deyirəm. 2 dənə otaq veriblər. Heç şəhid ailələri birliyinə, Turan şəhid ailələri birliyi var. Rayonumuzda çox böyük malikdir. Yəni, hörmətli Elmar müəllim, sonra bizim hörmətli Gülnaz xanım, şəhid ailələrinin fəaliyyətini, şəhidlərimizin döyüş yolunu geniş təbliğ edirlər. Heç onlara bir də otaq vermirlər. Ferrari'yə gətirib, 2 otaq verirlər, onu üst başa keçirirlər. Ferrari üst başa keçib Tovuz rayonunda. Niyə? Çünki onu orada başçının birinci mavini Rəşad Zeynalov müdafiə edir. Oradan buradan ona buna söz daşıyır. Frankes oradan keçdi, Frankes buradan keçdi. Özünü gözə soxmağa çalışır. Bu Ferrari nə zamanla gəlir üst başa keçir? Bu, o vaxt deyir də Politburo üzvlərindən bir gedir bu adam. Yaxşı, biz bunları tənqid edirik. Deyirik, onlar da bizi başlayırlar, nə edirlər? Təhqir elətdirirlər efirdən. Onunla heç bir söhbəti yoxdur. Mən onu bir milçə qədər də qəbul eləmirəm. Çünki biz həqiqəti deyirik, qanunlarımızı müdafiə edirik, milli maraqlarımıza xidmət edirik. Kim ki milli maraqlara zidd fikirlər səsləndirir, həmən şəxslər də onu yazırlar. Biz milli maraqlarımız, mən öz marağım üçün gəlməmişəm, yenə də deyirəm. Heç kəs deyə bilməz ki, Dəmir gəldi, öz marağından burada çıxış elədi. Ya nəyəsə təhrif elədi ki, bu mənimdir, o mənimdir. Xeyr. Biz nə qədər bilsək də, bir o qədər bilmirik. Yenə də hər dəqiqə, hər saniyə biz öyrənməliyik. Məsələn, vəzifəli şəxslər var. Orada mehman ağzına gələni danışır. Şərb öhtən yağdırır. Elə deyil müəllim, siz də... Bəli. Sonra onun qardaşı Emin. Mən gedib Tovuzda araşdırma aparmışam, Əsir kəndindəndir deyirlər. Onu mən çoxdan bilirdim. Qohumları vəzifədədir, Rəşad Zeynalov. İcra başçısının birinci mavinidir. Bu da bunun əmsi oğludur. Yəni atası
Nurəddin müəllimin, Rəşad müəllimin atası Nurəddin müəllim vaxtilə cəbhənin sədri olub kənddə, cəbhəçi olub. Onların hamısını mən bilirəm tarixini. Bunun adı Mehmanla Eminin atası Rafiq. Hüseynov Rafiq Qəmətoğlu. Mehman Hüseynovun atası. Atası bəli. Rəşad Zeynolovun atasının doğma əmi oğludular. Rəşad Hüseynov Tovuz rayon icra hakimiyyətində hansı vəzifədədir? Tovuz rayon icra hakimiyyəti başçısının birinci müavini. O səsini niyə çıxarmır? Niyə etirazını bildirmir? Mehman kimi, Emin kimi, ondan sonra o Qabil kimi siyasi həşəratlara qarşı, kəsçilərə qarşı, gəmicilərə qarşı üfunət dolu kanalizasiya sistemi kimi ağızlarından elə şeylər axıdırlar ki, cəmiyyətə doğru. Yəni bizim sistemdə iki sistem var. Birində duru su içməli, su xətti axır, birində kanalizasiya. Yəni kanalizasiya o çirkab sular. Bunlar da çirkab sular axıdırlar. Çünki özləri çirkab içindədirlər. Çirkab ifadələr, sonra yaranmaz ifadələr işlədirlər. Yəni mən bunlar deməkdə məqsədim nədir? Mən bunları araşdırmışam ki, bu Mehman, Emin qardaşları Rəşad Zeynolovun Allah rəhmət eləsin, mərhumə həyat yoldaşı Əminə xanımın deməli doğma əmisi oğludur. Bir növü Rəşadın qayını düşüb. Niyə səsini çıxarmır Rəşad Zeynolov? Niyə cavab vermirsən ona? Cavabını niyə vermirsən? Vəzifəni qoruyursan, onlardan istifadə edirsən. Yaxşı, onu bunu örgədirdin. Mən qəzetdə Rəşad Zeynalovu tənqid eləmişdim müəllim. Buyurun. Qəzeti 7 aydan sonra tapdırıb. Mavin var orada, Tərənə xanım. Onun otağında otururlar. O mədəniyyət şöbəsində, o da mənim dostumdur. Heç olub daha doğrusu. İndi o da vəzifəsinin xətrinə gəlib. O Adil Həsənovu çağırıblar ki, yaz Dəmirdən. Sonra orada bir nədir, vəkil var. Adı görüm nə yadımdan çıxdı adı. Nəsə, mətləb. Onu da əzi yazdırıblar məhkəməyə. Gündə məhkəmə, gündə məhkəmə. Yaxşı, məni dövləti təbliğ edən şəxsi tənqidə görə təqib qadağan olduğu halda Azərbaycan Respublikası Konstitusiyasının ay Rəşad müəllim 57-ci maddəsinə görə tənqidə görə təqib qadağandır. Məsələn, mən niyə təhqir elətdirirdim? Niyə məni həbs təqib elətdirirdim? Deyirdim, qorma, məhkəməyə tapşırmışam. Nə oldu bə? Tüm materialları topladım. Hər yerdə Adil Həsən uduzdu. Sən uduzdun. Səndən o tərəni uduzdu. Verdim. Məhkəməyə yüzü gəldi, yalvardılar. Sana da gift deyirlər. Deyirsən ki, məni eşitməzsənmir. Sən kimsən, mən səni eşidirəm. Yaxşı, indi bu adam Mehmanla Emin sənin yaxın qohumundur. Adama deyirlər ki, bunun yiyəsi yoxdur mu? Bu ölkə prezidenti haqqında gör nələr danışır. Prezidentin ailə üzvləri haqqında nələr danışır. Yaxşı, bunların qiriyyəti yoxdur, kişiliyi yoxdur, namussuz, beyqiriyyət şəxslərdir. Bunlar anlaqsız ruh xəstədirlər, siyasi kəsçilərdirlər, gəmiricilərdirlər. Bunlar həşarət kimi cümuflar dövlətin canına. Yəni, Nəvə Heydər Əliyev dövlət tədbirlərində görünənən kimi tez başladılar bunlar. Əli Kərimov həbs olunan kimi Mehman daha da başladı. Deməzsən, filan kəs belə oldu, filan kəs belə oldu, filan kəs buradan keçdi, filan kəs oradan keçdi. Beynamus, beyqiriyyət, namusu, qeyriyyəti olan şəxslər heç kəsin namusu, qeyriyyəti haqqında danışmaz. Çünki olmaz belə şeylər. Bunlar Tovuzun adını ləkədirlər. Mən yalan demirəm ki mən. Yəni Mehmanla Emin Tovuz rayonu qəhrəman rayondur. Ölkəmizin qurucusu banisi Heydər Əliyev hələ 75-ci ildə deyib ki, Tovuzun gözəl təbiəti vardır, o qiymətli sərvəti vardır, onun ən qiymətli sərvəti onun əməksevən insanlarıdır. Hələ 77-ci ildə də deyib Tovuz doğrudan da gözəl rayondur. Buranın təbiəti də gözəldir, insanları da çox qonaqpərvərdir, əməksevərdirlər. Tovuzlu olaraq ilk dəfə Heydər Əliyev siyasi qiyməti 101 yaşında Gölcü Əmrahov verib. Hələ 20-ci ilin iyul hadisələrində Tovuz rayonu qəhrəmanlıq nümayiş etdirdi. Azərbaycan polisinin rəhbərləri, Azərbaycan xalqı
ordu ilə birgə oldu. Ağdam kəndində xalqla bir yerdə oldular. Və yaxşı, sən haradaydın? Rəşad Zeynalov, sən özün də gəlməmişdin. Bu sənin əmi uşaqları haradaydı? Bu Emin haradaydı? Bu Mehman haradaydı? İndi bugün gəlib ölkə prezidentinə qarşı, onun ailə üzvlərinə qarşı olmazın qərəzli və uydurma fikirlər səsləndirirlər. Biz bunları tamamilə rədd edirik və hörmətli prezidentimizə buradan fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mehman Hüseynovun qohumları vəzifədən kənarlaşdırılmalıdır. Rəşad Zeynalov, Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə layiq deyil, hələ 2019-cu ilin 25 noyabrdan 26-da keçən gecə sərxoş vəziyyətdə Bakı şəhərindən toydan gələrkən Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində 2 nəfərin ölümü ilə nəticələnən xidməti minik avtomobilinin yararsız hala düşməsi ilə nəticələnən yol qəza hadisəsi törədi bu şəxs. Hərbi xidmətə də getməyib, yararsız elan olunur. Oğlunu da qoymayıb bu adam hərbi xidmətə getməyə. Yaş bunu vəzifədən nəyə görə saxlanırsınız? Bu şəxs Cənab Prezident vəzifəsindən kənarlaşdırılmalıdır. Onun haqqında tədbir görülməlidir. Mehman Hüseynov, Emin Hüseynov, Qabil Məmmədov və onun ətrafında olan Erşadlar, Məhəmməd Mirzəlilər cinayət məsuliyyətinə cəlb edilmələri üçün Azərbaycana gətirilməlidirlər. Azərbaycan Respublikasında onlar cəzalandırılmalıdırlar və bu bizim tələbimizdir. Yəni ki, Rəşad Zeynalov, yenə də deyirəm, ayrı şəxsləri örgədib, məndən yazdırırdım. Mən dövləti təbliğ edirəm. Qoymurdum ki, mən dövləti təbliğ eləyəm. İndi dövlətə qarşı çıxanı sən niyə tənqid eləmirsən? Sənin qohumlarındır. Sənin qohumların niyə sənin haqqında danışır? Mehman Hüseynov, Emin Hüseynov, nəyə görə Rəşad Zeynalovun yol qəza hadisəsi törətməsi barəsində danışmırsan? Niyə demirsən? Niyə demirsən ki, mənim əmim qızını maşında yumruqla belə vuranda rol əlindən çıxıb qəza törədir? Niyə demirsən? Bax, bu da həmən maşının şəklini gətirmişəm, budur. 30-40 min manat dövlətə zərər vurub bu adam. 2 nəfərin, o ölənin atası Sabir kişi var idi. Deyirdi ki, mənə 15 min manat pul təhlib edirlər. Ölməmişdən 1-2 ay qabaq danışırdı mənə həmişə. Bunlar var. Hörmətli Prezident, çox xahiş edirəm ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov barəsində çox ciddi tədbirlər görülsün. Mehman Hüseynovun, Emin Hüseynovun ən yaxın qohumudur. Onların sayəsində o vəzifədə oturur. Səsini çıxarmır. Onlara bir kəlmə söz də demir. Niyə səsini çıxarmır? O cavabını versin. Vaxtilə Ramiz Mehdiyevi dəstəkləyən adamların çoxusu vəzifədədir. Ramiz Mehdiyevi tərifləyənlər, ona sağlıq deyənlər, ona ad günü keçirənlər, nəyə görə onlar vəzifədə qalıblar? Onlar haqqında nəyə görə tədbir görülmür? Mənim haqqımda tədbir görmək istəyirlər ki, sən dövləti bu qədər neysən təbliğ edirsən? Nə istəyirsən sən? Niyə müxalifəti tənqid edirsən? İndi də ayrı adamları ürgədirlər. Bu Əli Əliyev kimdir? Gəlib Ferrari. Mən buradan Tovuz rayonunun rəhbərliyinə müraciət edirəm ki, bu Əli Əliyev kənarlaşdırıb orada. O kimdir Ferrari? Gətirin bir savadlı, qabiliyyətli kadr təmin edin. Nətər özünüzə sığışdırırsınız ki, Ferrari ilə bir cərgədə gedirsiniz. Özü deyir ki, mən vaxtıyla gedirəm, siz kimsiniz hə? Mən bütün tədbirlərdə oluram. Deməyəm, yaxşı çıxmır bizim borcumuzdur. Nə qədər çalışsaq da biz şəhidlərimizin borcunu qatara bilmərik. Mümkün olan şey deyil. Onlar canlarını verib, biz də pulumuzu verək, vaxtımızı verək, fikrimizi səsləndirək, onları təbliğ eləyək, onları yaşadaq. Ancaq bir nömrəli bu Əli Əliyevin işidir. Yalandan gedib bir-iki nəfər əl alır, hə, o şəhidin öyünə bir dənə yazır ki, hə, bax, fərman verdim sana. Özü üçün bunun maşınlarına bax, xaltur eləyir orada, 3 otaqlı, buna ev ver. Şəhid ailələri ev ala bilmir. Düzdür, ev təminatı yüksək səviyyədədir. Ev almaq istəyənləri mən nəzərdə tuturam ki, bir neçəsi mənə deyir ki, mənə köməkdarlıq elə, mən də ev alım. Düz, Cənab Prezident çox sağ olsun, hər şeylə təmin eləyibdir. Ancaq bəziləri var ki,
ala bilmir. Onlara da verilməsi nəzərdə tutulur, amma söhbət yoxdur. İndi biraz istəyirlər tez alsınlar. Yaxşı, Əliyev Fərari də ona 3 otaqlı ev verdi. Niyə verilir? Ev ondan alınmalıdır. Sonra pensiya təyin olunur. Yəni burada musiqi məktəbində qarmon müəllimidir. Hələ direktor olmaq fikrindədir. Nə bilim, icra başçısına mavin getmək istəyir. Sonra Sankt-Peterburgda güya bu akademiya qutarıb. Hansı akademiya qutarıbsın? Gedib bir dənə kağız alıb oradan gəlib kimisə vasitəsindən deyir, mənim ali təhsilim var. Ferrari qaçqın. Yəni belə şeylərin qarşısı alınmalıdır. Yəni biz bunlara qarşı çox ciddi mübarizə aparırıq və bu mübarizənin önündə gedirik. Vaxtilə demişdik ki, bunlar təxribatla məşğuldurlar. Əli Kərimovdur, ondan sonra onun ətrafıdır, digər şəxslərdir. Bu Ramiz Mehdiyev rüşvət xorğu başında dayanıb. İcra başçıları imkan vermir. O tutulan icra başçılarının əksəriyyəti elə mənə verilən məlumata görə Ramiz Mehdiyev şotuna getdi, deyir, onu gətir, bunu gətir. İcra başçılarının əksəriyyəti bezikmişdi onların əlindən. İcra başçısı hardan almalıdır, neynəsin? Yəni, indi görürsünüzmü? Hər şey yermə yerdir. Yəni, Ramiz Mehdiyevin komandası, adamları. İndi tutaq ki, mənə qarşı bu çıxışım zamanı kimsə nəsə deyir də, əks fikir. Bax, görürsünüzmü? Onları da təşkil edirlər. Onların da arxasında duranlar var. Düzü, mənə qarşı olan şəxslər də var. Bu, deyir ki, bunu eləyək ki, bu dövlət maraqlarına uyğun danışmasın. Niyə danışmayın? Bizim dövlət orqanlarımız çox güclü sürətdə fəaliyyət göstərir və xarici ölkələrin hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının təcrübəsini öyrənirlər və öyrənmə istiqamətində iş aparırlar ki, Azərbaycanda necə oldu ki, tez bir zamanda sabitlik bərqərar oldu. Azərbaycan 44 gün ərzində bu nailiyyətlərə bir günlük antiterror əməliyyatlarında bu uğurlara imza atdı. Yəni, antiterror əməliyyatları zamanı necə ki, o separatçıları Dövlət Təhlükəsizlik Xidməti digər orqanlar tutub gətirdilər Azərbaycana, cəzalandırdılar. Mehman Emin Hüseynovlar da, Qabil Məmmədovlar da, Erşadlar da, sonra o Mirzəlilər də, nə bilim bu kimlər də, hamısı cəzalandırılmalıdır. Heç kəs İlham Əliyevin qarşısına çıxa bilməz. Yəni, xalq Cənab Prezidentin arxasında dayanıbdır, bir nəfər kimi. Azərbaycanda xalq iqtidar birliyi mövcuddur. Və bu mövcudluğu bütün nailiyyətlərimiz, qələbələrimiz tam şəkildə sübut elədi, təsdiq elədi. Yəni, mənim xalq adından danışma səlahiyyətim yoxdur. Mən əldə etdiyim məlumatlara əsasən, tarixi faktlara əsasən deyirəm ki, Azərbaycanda çox böyük xalq ordu birliyi var, iqtidar birliyi var. Yəni, bu birliyi heç kəs sarsıda bilməz. Bəli, bağışlayın fikrinizi unutmayın. Yenə həmişəki kimi gəldi izləyicilər, hansı ki, yenə təhdid edirlər ki, Qabil canlıdadır, Qabil sizi izləyir. İzləsin Qabil. Qabilin yetərincə sağlamı verir. Qabil deyirdi ki, əgər İlham Əliyev, o nətərliyə belə deyirəm, Qarabağ alsa, mən qulağımı, indi o deyir, izləyicilərimiz bağışlasın, deyir ki, bağışlayın da çox üzr hesab edeyim, deyir, yumurtanı birini kəsəcəm. Ne kəsmədin hə Qabil? Sən cavabını verdim axı mən. Bütövlükdə Qarabağ tamamilə işğaldan azad edildi və dünyanın mərkəzinə çevrilmişdi. Get Qarabağa, bax ki, gör necə quruculuq işlər gedir. Separatçılar necə tutuldu gəldi. Sən kimsən ki, prezidentə meydan oxuyursan? Sən anlaqsız ruh xəstəsən ki, xəstə təxayülün məhsuludur. Anlaqsız düşüncənin məhsuludur. İfunət dolu kanalizasiya sistemi olur, çirkəb sular axıra. Sizin də ağzınızdan çirkəb axır cəmiyyətə qarşı. Sizin özünüzə qarşıdır. Sizin dediklərinizi sizin kimi şəxslər təsdiq edir. Sizin kimi adamlardır. Nə bilim, öz şəxsi maraqlarını güdənlərdir. Ancaq Aşığı sözü qutaranda balam ne deyir? İndi Nəvə Heydər Əliyev
anadan olandan, məsələn, nəzərinə çatdırır. Anadan olandan, adı Heydər qoyulan gündən dedim ki, özüm özlüyümdə. Dedim ki, Heydər Əliyevin siyasətini 21-ci əsrin təxminən 30-cu illərində Nəvə Heydər davam etdirəcəkdir. Bəli, etdirəcəkdir. Bu seçkilərin sözüdür, mən də bir seçkiyəm, öz fikrimi deyirəm. Mən gələcəkdə Nəvə Heydər Əliyevi Azərbaycanın prezidenti görmək istəyirəm, bəli. Azərbaycanın, onun xanımını da Azərbaycanın birinci vitse-prezidenti görmək istəyirəm. Gələcəkdə bir 10 ildən, 15 ildən sonra təxminən də belə proqnoz götürəndə. Yəni sizin ayrı çıxış yolunuz yoxdur. Deyə bilmirsiniz ki, torpağımız işğal altındadır, separatçılar orada belə at oynadır, ne torpaq alınmadı, sən yaş torpaq alındı, yenə də deyirəm. Və nə oldu be? Sənə mən cavab verdim axı. İndi bana xox gəlirlər ki, qabil. Sən kimsənə qabilsən, kimsən keçmək, sən mənlə bacarmazsan. O da qalmışdı ölkənin prezidentinin haqqında sən nələr danışırsan. Sən utan öl yerə girən ki, Tovuz rayonunun adını ləkə gətirirsən. Behman, Emin bir də sən. Tovuz'a ləkəsiniz. Tovuz rayonu Qəhrəman rayondur. Tovuzda il hadisələri 2020-ci ildə baş verəndə bütün Respublika Tovuz axındı. Nə ki Tovuz cəmaatı, Qazaq, Aksafa, Şəmkir, Yevlax, Gəncə. Bütövlükdə Respublikamız. Görün, Tovuz rayonunun qəhrəmanlığına heyran qaldı hamı ki, hər bir şəxs, hər bir Tovuzun cəbhə xəttindədir. Sən niyə gəlmədin? Sən niyə gəlmədin? Burada nə qədər döyüşlər getdi. Şəhidlərimiz var. Niyə gəlmədin? Sən özün bilirsən ki, düzgün yolda döysən. Və nə düşürsən, protest belə getdi. Namusu, qeyriyyəti olan şəxs, bir daha deyirəm, heç kəsin namusu, qeyriyyəti haqqında danışmaz. Kişisən, kişidən danış. Qadından ne danışırsan ki sən? Demək, sən də qadın xarakteri adamsan da, özünə nə deyirsən? Mən heç kəsi təhqir eləmirəm, ancaq tənqidi fikrimi bildirirəm. İndi düzdür, mənim çıxışıma sonra başlayacaqsan ki, səni ələ alıblar, sana belə hörmət ediblər. Mən bilirsən mənə qabil, ya Mehman, bax, bu kitabımı gətirmişəm ki, bax, mən Heydər Əliyev siyasətinin təbliğatçıyam. 1985-ci illərdən başlayaraq tadım, müdürlük rəhbərimiz siyasi bürodan uzaqlaşandan sonra mən çıxışlar eləmişəm. Mən ideoloji siyasi müharibədə 30 ildən artıq döyüşmüşəm. Ermənistan Respublikasının işğalçı dövlət olaraq tanınması istiqamətli işlər aparmışam. Və cənab prezident haqqında yazmışam. Hələ mən gətirmişəm bunları, siz sabah deməyəsiniz ki, dəmiri kimsə də deyib, örgədib çıxardıb oraya. Heç kəs məni örgətməyib, onu biləsəm. Mehman Hüseynov, sonra Emin Hüseynov, biləsiniz, Gədən Rafiq də bilsin. Bax, 5 fevral 2003-cü ildə yazmışam bunu mən. Baxın. O böyük siyasətə hazırdır. İlham Əliyevin prezident seçilməsindən hələ bir 7-8 ay qabaq. Bunu mən yazmışam. Bunları gətirmişəm ki, sən biləsən ki, mən heç kəs bura gətirib çıxartmayıb, örgətməyib ki, get belə danış, get elə danış. Belə söhbət yoxdur. 16 dekabr 2008-ci ildə yazmışam ki, Azərbaycanın 21-ci əsr ortalarına doğru inkişafı Prezident cənab İlham Əliyevin ömrü prezident seçilməsini tələb edir. Bunu mən yazmışam. 21-ci əsr ortalarına doğru sürətli inkişafı. Bu da bax. Bax ki, bir də bax. Gördün mü? Sonra siz əsl milli qəhrəmanlıq nümayiş etdirirsiniz. Prezident haqqında yazmışam. Pandemiya dövründən sonra yazmışam. Sonra bunları indi biləsən ki, mən əsl Əliyevçiyəm, sən onu biləsən. Mən də sənin cavabını verməsəm, onda mən özümü bağışlaya bilmərəm. Mən onda saxta Əliyevçi ola bilərəm. Çünki, bax, kənd təsərrüfatında görürsən, agronom deyirlər də, agronom. Yəni, bitkicilik üzrə mütəxəssis, təsərrüfat üzrə mütəxəssis. Gedir, bağa girir, görür ki, ağacın bir butağı nəsə hoşuna gəlmədi. Yəni, yararsızdır da. Tez onun qaçıyla kəsib atır. Ya bitkilərə baxır. Biz təngək bitkisində, üzümdə hər il budama şəf aparmasaq, məhsul əldə edə bilmərik.
Biz də sizi tənqid eləməsək, siz daha da ayaqlarsınız ki, deməzsən, ham bizlə razılaşır. Sizlə heç kəs razılaşmır. Düzdür, bir qrup insanlar var siz xarakterdə, siz düşüncədə. Yəni, mən bu kitabı gətirdim ki, biləsən ki, sabah çıxıb efirdən bilməsən ki, o dəmiri kimsə də qabağa çıxardı. Heç kəs mənim qabağa çıxardı, sana biləsən ha. Mən müdrik rəhbərimizin 100 illiyinə bunu yazmışam, 2003-cü ildə çıxıb, belə 2023-cü ildə. Bəli, müəllim, bu siyasəti aparmaqda sizi nə vadar elədi? Biz təbliğ eləməkdə biz milli maraqlarımıza xidmətimizi nümayiş etdiririk. Dövlətçiliyimizə xidmətimizi. Çünki dövlət başçımız Cənab İlham Əliyev qeyd elədiyim kimi dünya miqyaslı siyasi xadim olaraq dünyada çox böyük nüfuza malik olan siyasi xadimdir. Bunu bayaq qeyd elədim. Amerika Birləşmiş Ştatlarının prezidenti də deyir, vitse-prezidenti deyir, dünya ölkələrinin prezidentləri də deyir, beynəlxalq təşkilatlar da deyir. Ancaq qısqanclıq zəminində olan bəzi təşkilatlar görürsən ki, yenə də yanlış yuxu yozmalar danışırlar. Necə ki, bizim bu bloger adlandırdığımız vətən xainləri və qaçıb gedib xaricdə gizləniblər. Xarici ölkələrdə oturublar. Azərbaycana qarşı orada üfunət dolu fikirlər, özlərinə məxsus fikirlər səsləndirirlər. Öz düşüncələrinə, baxışlarına, dünya görüşlərinə uyğun sözlər danışırlar. Bunlara nə deyəsən, nə cavab verəsən? Onlar da ki, bu cür fikirlərin yiyələridir. Yəni, biz onları qəbul etmirik, onlara qarşı öz kəskin etirazımızı, nifrətimizi bildiririk ki, orada nə səsləndirirsinizsə, hamısı sizin özünüzün olsun. Özünüzə aiddir. Yaxşı, gedim mən əsirlikdə deyirəm ki, bunun bir yəsi yoxdur mu? Düz deyir, Qaraçuxurda yaşayır, harada yaşayır? Bakıda, Suraxanı rayonunda. Əslən buralı, əsirlikdəndirlər. Yaxşı, deyir, bunun vəzifədə adamlar var, Rəşad Zeynalov. Niyə səsini çıxar? Bir nəsildə bir hadisə olanda deyirlər, bu filan kəsin qohumudur. Bu filan vəzifədə otur, gedək buna deyək. Yaxşı, buradan deyirəm sana, sən özün də gündə eşidirsən ki, sən sözdə, əməldə bir şey deyirsən, əməldə başqa şey deyirsən, başın üstünə açıbsan prezidentin portretini, prezidentə qarşı çıxanı sən müdafiə etsən, səsini çıxarmırsan. Susmaq razılıq əlamətidir, dəstək vermək əlamətidir. Görürsən, mən susmuram. Nə mənim vəzifəmi əlimə arasıdır, nə bir şey eləsidir. Ancaq prezident hər birimizin prezidentidir. Mənim prezidentimdir, hər bir Azərbaycanlının prezidentidir. Və cənab prezident bütün fəaliyyəti ilə, həyata keçirdiyi siyasi xətti ilə hər bir istiqamətdə bunların hamısını təsdiq etmişdir. Ona görə də mənim bir nömrəli vəzifəm ondan ibarətdir ki, prezidentimizin uğurlu siyasətinə, Azərbaycan Respublikasının dünya miqyasında mövqeyinə, milli maraqlarımıza qarşı olan bu cür əxlaqsız, yaramaz ifadələrə öz münasibətimi bildirim. Onları kəskin tənqid edeyim. İstənilən formada mən onlara cavab verməyə hazıram. Ancaq efir mədəniyyətinə, etikasına əməl edərək mən heç vaxt təhqir edici ifadə işlətməmişəm. Yalnız tənqidi fikirlərimi bildirirəm. Əgər onlarda qeyriyyət varsa, öz səhvlərini etiraf etsinlər. Azərbaycanın bu cür mövqeyi qarşısında, uğurları qarşısında Amerika prezidentinin Azərbaycan prezidentinə verdiyi ən yüksək dünya miqyaslı qiymətin qarşısında baş əyərək özlərini tutduğu mövqelərə görə, hərəkətlərinə görə kəndirdən açsınlar, bir kəndir tapsınlar, yoxsa mən göndərə bilərəm. Özlərini cəzalandırsınlar, xalq qarşısına çıxıb üzr istəməlidirlər, dizin sürünməlidirlər. Bunlar ayrı söz deyə danışa bilmir. Heç bir şey daha, tapa əllərinə bir şey keçmir. Deyir, filan kəs buradan keçdi, prezidentin ailə üzvü belə dedi, filan kəs belə dedi. Bunun hamısı nəyə hesablanıb? Şəxsin maraqları hesablanıb ki, gələcəkdə nəvə Heydər Əliyev prezidentlik postuna doğru gedə bilməsin. Gedəcəkdir, siz nə deyirsiniz? Sizdən mi asılıdır?
söz Azərbaycanın səs vermək hüquqlu vətəndaşlarındır. Azərbaycan xalqınındır. Bax, mən Heydər Əliyevə qeyd elədim. Ad verilən kimi, Heydər Əliyevə adı verilən kimi dedim, bu 121-ci əsrin 3-cü 10 illiyin ortalarından Azərbaycanın prezidentidir. İkinci söhbət yoxdur. Və olmağa da layiqdir, bəli. Çünki bu siyasi kurs yüzilliklərə, minilliklərə, əsrlərə hesablanmış siyasi kursdur. Həmin siyasətin davamçıları da onlar olmalıdır. Yoxsa görürsünüzmü? Ramiz Mehdiyev nə hüquqa çıxartdı, nə oyun çıxartdı? Kimə etibar eləmək olar bu siyasi kursu davam elətdirməyi? Nə və Heydər Əliyevə? Yoxsa Ramiz Mehdiyev kimi gətirəcəksiniz birini, ya Əli Kərimov kimi. Zəif hakimiyyət formalaşdırmaq istəyirlər ki, ölkənin dağılısından parçalasınlar. Yəni, qüdrətli dövlət başçısını bunlar həzm elə bilmirlər. Ona görə də gələcəkdə İlham Əliyevin siyasətini davam etdirməyə layiq olan, Türk rəhbərimizin siyasətini davam etdirməyə layiq olan Nəvə Heydər Əliyevin hakimiyyətə gəlməsi istiqamətində, onun beynəlxalq miqyasda tanınması istiqamətində işlər keçirildi. Bir vaxtda yəni onun beynəlxalq tədbirlərdə iştirakı təmin olunduğuna görə, vəzifəsinə görə bəli iştirak eləməlidir, onun hüququdur. Bu prezidentin ailə üzvü o vəzifədə oturmamalıdır, bəli. Hamı da yüksək yerdə oturmalıdır, bəli, o layiqdir. Ona görə də başlayırlar tez ailə üzvləri haqqında ləkə danışırlar, nə bilim, böhtan danışırlar, yalan danışırlar. Oradan şəkil montaj edirlər, buradan çıxardırlar, oradan çıxardırlar. Ayrı nə var bunların danışmağına? Ayrı nə deyə bilərlər ki? Ayrı nə danışmağa, nə sözləri var bunların? Heç bir... Bəs nədir müəllim onları ona vadar edən o? Gəlməz danışdığım odur da ki, gələcəkdə Nəvə Heydər Əliyevin prezidentlikə gedən yoluna bura sədd çəksin. O da mümkün deyil. Necə ki, Qarabağda bizim qoşunların qarşısına sədd çəkilmişdi, elə mi? Ki, orada minalanmışdı ki, buradan əsgərə keçənməsin. Gördün, keçdilər, getdilər. Canlarını belə qurban verdilər, keçdilər. Heç kəs o cür ifadələrə inanmır və dəstəyini ifadə eləmir. Düzdür, sizi ağılda, siz düşüncədə olan adamlar var. Siz özünüz efirdə deyir də özünüz də gülürsünüz. Öz sözünüzə özünüz gülürsünüz. Ha, edirsən. Çünki anlaqsızsan. Dərk eləmirsən ki, nə danışıram mən? Mən nə deyirəm? Özün öz danışdığını papanını qarşısına qoy. Kirəşirən ki, mən nə danışıram? Mən kişi aylağıyam. Sən kişi deyilsən. Qadınla nə danışmalıyam? Deməli, mən qadınam ki, qadınla danışıram. Gəlinlə danışıram. Öz ailə üzvlərindən danışda. O da belə çıxır ki, sən öz ailə üzvlərindən danışırsan. Qadın haqqında kişi danışmaz. Deməz ki, bu belədir, falan elədir. Kim nətərdir? Onun özünə aiddir. Xarakteri də, hərəkətləri də, fəaliyyəti də, bugünü də, sabahı da, gələcəyi də. Onu dövr zaman göstərir ki, kim kimdir. Bəli, həqiqətən Nəvə Heydər Əliyev siyasətinin, yəni müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi 21-ci əsr tariximizə, dünya tarixinə, dünya xalqlarının və dövlətlərin tarixinə qurtuluş dahisi olaraq daxil olmuş Heydər Əliyevin və onun siyasi varisi olan 2003-cü ildən etibarən Azərbaycan xalqının ümumi dəstəyi ilə hakimiyyətə gələrək, xəstəlik missiyasını özlərinə götürərək bugünümüzə, sabahımıza, gələcəyimizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün suverenliyi təmin edilməsinə, ölkəmizdə insan hüquq azadlıqlarının qorunub möhkəmləndirilməsində, Azərbaycanın dünya miqyasında mövqeyinin möhkəmləndirilməsinə hesablanmış, dünyada 5-dən böyük olan Azərbaycan yaradılmasına hesablanmış siyasi xətt həyata keçirən Cənab İlham Əliyevin 21-ci əsr tariximizə qurtuluş dahisi olaraq daxil olan İlham Əliyevin siyasi varisi olaraq fəaliyyətə başlayacaqdır. Biz buna əminik və o günü səbirsilə gözləyirik ki, həqiqətən 10 ildənmi, 15 ildən sonra mı Nəvə Heydər Əliyev siyasətini müasir Azərbaycanın qurucusu
Heydər Əliyev siyasətini uğurla və onun siyasi varisi olan Cənab İlham Əliyevin siyasətini uğurla davam etdirəcəkdir. Yəni onun xanımı da Azərbaycanın vitse-prezidenti olaraq beynəlxalq miqyasda humanizm ideyalarının geniş şəkildə təbliğ edilməsi, beynəlxalq sülhün təmin edilməsinə, dövlətlər arası münasibətlərin daha da güclənməsinə, möhkəmləndirilməsinə hesablanmış siyasi xətti uğurla həyata keçirəcəkdir. Biz buna inanırıq və böyük ümidlər bəsləyirik. Bəli, bəli. Və sizin həmişə bir fikriniz olur. Siz mətbuat nümayəndəsi olaraq çıxışlarınızda Respublikamızda ilk olaraq Prezident Cənab İlham Əliyevi 21-ci əsr tariximizə qurtuluş dahisi olaraq daxil olmasını dəfələrlə qeyd etmişsiniz. Buyurun, bunu tarixi faktlara istinad etməklə fikirlərinizi sizlərə çatdırardınız. Çıxış elədim, bunların hamısını qeyd elədim. Burada bəzi adamlar yanlış fikirlər, özlərinə məxsus fikirlər yazırlar. Onlar da çox sağ olsunlar, onlara da minnətdaram ki, həqiqətən öz düşüncələrinə, baxışlarına uyğun olaraq fikirlər yazırlar. Yəni, nəhrə çalxalananda ya bir tərəfə çıxır, ayran bir tərəfə çıxır. Bunlar ayrandırlar da. Məsəl üçün, o ayranın o turş hissəsidir. Yəni, görürsünüzmü, müsbət mənada qəbul edənlər, başa düşənlər, müsbət fikirlər ifadə edirlər. Ancaq o fikirləri qəbul eləməyən, həzm eləmək qabiliyyətinə malik olmayan şəxslər də o ayranın turş suyu kimi ürək bulandıran ifadələr, özlərinə münasibətdə. Yəni, mənə heç nədir o məndə ötərir. Kim nə yazır, kim nə deyir, çox sağ olsun, ona minnətdarım bildirir. Mən heç kəsə qarşı heç ədəsi görürüm. Çünki o cür qəbul edir. Anlaqlı bir var hadisəni, anlaqlı törədəsən, bir də var anlaqsız törədəsən. Yəni, bunlar anlaqsız ruhu xəstələrdirlər ki, onlar da bu cür ifadələr səsləndirirlər. Məsələn, qabildir, emindir, nə bilim, sonra o mehmandır, digər şəxslərdir. İndi, mənim çıxışım kiməsə də sərf eləmirsə, özləri yazamır, yazmır daha doğrusu. Deyir, mən vəzifədiyəm, mənim adım hallanmasın. Sən bunu yaz, sən onu deyilən ki, sən gedir şunla məsul ol. Yaxşı eləyirik biz. Sən nə düşürsən, prezidenti burada qurtuluş dahisi adlandırırsa, görün. Görün, rayondakı vəziyyətə baxın, vəzifəli şəxslər görün, nə işlə məşğuldurlar. Bu, Zeynov kimləri, Rəşad Zeynov kimləri, Əli Əliyev kimləri. Bunları tənqid edirəm deyim, bunlar da mənim burada tənqid elətdirirlər. Sonra tərənə Bayramova da onu kimi, obusu onu kimi. Bunlar vəzifədə nəyə görə otururlar? Kimdir bunlara himayədarlıq edən? Yəni, mən sizin suala cavabı olaraq buradakı ifadələrə münasibətini bildirdim, müəllim, bağışlayırsınız. Yəni ki, bayaqdan mən danışıram, bunları qeyd edirəm. Yəni ki, mən George Washingtondan Cənab İlham Əliyevin müqayisəli təhlilini apardım, dedim. Yəni ki, Prezident Cənab İlham Əliyev qədər siyasi xətt həyata keçirən, 200 il tarix əhatə edən işğala, soyqırıma, deportasiya siyasətinə, etnik təmizləmə siyasətinə son qoyan beynəlxalq erməni lobbilərini, erməni pörəst dövlətlərin Ermənistan ideyalarını, böyük Ermənistan ideyalarını darmadağın edən ikinci bir siyasi xadimə rast gəlinmir. Yəni, İlham Əliyev, Cənab Prezident, ölkəmizdə çox böyük uğurlu siyasət həyata keçirərək Azərbaycanımızın ərazi bütövlüyünü, suverenliyini tam şəkildə ordumuzun gücü ilə, xalqımızın dəstəyi ilə təmin edərək erməni işğalına bir dəfəlik son qoyaraq Azərbaycan Respublikasının müstəqilliyini daha da möhkəmləndirərək ölkəmizdə milli maraqların tam şəkildə təmin edilməsi üçün çox bir uğurlu addımlar ataraq 21-ci əsrdə dünya miqyasında müstəqil uğurlu siyasət həyata keçirərək dünya miqyasında ən nüfuzlu siyasi xadim olaraq dünyanın, Azərbaycanın, dünya Azərbaycanlılarının
Türk dünyasının tərəqqipərvər bəşəriyyətin tarixinə qurtuluş sahəsi olaraq daxil olmuşdur. Yəni erməni işğalına bir dəfəlik son qoymaqla, xalqımızı bu bəladan qurtarmaqla, bütövlükdə Azərbaycanı sülhə qovuşturmaqla, müharibələrə bir dəfəlik son qoymaqla, işğala son qoymaqla, yəni bayaqlar da qeyd elədim, George Washington Amerika xalqlarını müstəqilliyə qovuşturmaqla qurtuluş sahəsinə çevrilmişdir. İlham Əliyev, cənab prezident, xalqımızı erməni işğalından xilas etməklə, yəni George Washington İngiliz işğalından Amerika xalqlarını xilas etməklə, cənab prezident isə erməni işğalından, erməni təcavüzündən, soyqırımının siyasətindən, deportasiya siyasətindən, etnik təmizləmə siyasətindən, işğal siyasətinin genişlənməsindən, Azərbaycanın müstəqillik itirmə təhlükəsindən xilas etməklə, böyük Ermənistan ideyasını darmadağın etməklə və bu ideyanın reallaşması məqsədi ilə Ermənistan adlanan dövləti silahlandırmaqla məşğul ölkələri geri otuzdurmaqla 21-ci əsr tariximizə qurtuluş sahəsi olaraq daxil olmuşdur. Yəni ikinci bir dövlət xadimi, dövlət başçısı 21-ci əsr tariximizdə dünya tarixinə, öz xalqların tarixinə, öz dövlətinin tarixinə qurtuluş sahəsi olaraq daxil olmamışdır. Yalnız və yalnız İlham Əliyev 20-ci əsrdə 93-cü ilin 15 iyununda Azərbaycanın müstəqillik itirmə təhlükəsinin qarşısını almaqla, ölkəmizdə ictimai siyasi sabitliyi bərpa etməklə, erməni işğalının genişlənməsinin qarşısını almaqla, Azərbaycanın müstəqilliyini qorub möhkəmləndirməklə, Azərbaycanın tarixinə Heydər Əliyev qurtuluş sahəsi olaraq daxil olmuşdur. 21-ci əsr tariximizə isə cənab İlham Əliyev qurtuluş sahəsi olaraq daxil olmuşdur. Yəni bunların hər biri müstəqil olaraq tariximizə əbədi olaraq daxil olmuşdur. 20-ci əsrin son 10 illiklərindən Heydər Əliyev 21-ci əsrin ikinci 10 ilindən etibarən isə cənab prezident Azərbaycanın tarixinə, dünya xalqların tarixinə, dünya Azərbaycanlıların tarixinə, Türk dünyasının tarixinə, tərəqqipərvər bəşəriyyətin tarixinə qurtuluş sahəsi olaraq, ən nüfuzlu siyasi xadim olaraq, müstəqil daxili və xarici siyasət həyata keçirən siyasi xadim olaraq, xilaskar olaraq daxil olmuşdur. Buyurun, hər sualınız var. Yəni bu qurtuluş daxisi cənab İlham Əliyev bu istiqamətdə işlərə aparmışdır. Bəli, mənim. Materiya azalıb mənim. Hal-hazırda canlımız da efir sona yaxınlaşır. Əlavə olaraq hər hansısa sözünüz izləyicilərə varsa da Bizi izlədiyinizə görə sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bizim fikrimiz, sözümüz ondan ibarətdir ki, heç bir təxribata uymaq olmaz. Azərbaycan hüquqi, demokratik dövlətdir. Azərbaycan xalqını dünya miqyasında siyasi xadim cənab İlham Əliyev idarə edir çox yüksək səviyyədə. Milli maraqlarımıza, dövlətçiliyimizə uyğun olaraq siyasi xətt həyata keçirir. Azərbaycanımızın hüquq mühafizə orqanları hər bir Azərbaycanlının maraqlarına uyğun addımlar atır. Yəni Azərbaycanda hüquq mühafizə orqanları insan hüquq və azadlıqlarının qorunub möhkəmləndirilməsinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ictimai siyasi sabitliyimizin daha da möhkəm şəkildə olmasına, hər bir vətəndaşın təhlükəsinin təmin edilməsinə xidmət edir. Biz də onlara bir daha təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Və Qabil Məmmədovun, Mehman Emin Hüseynovun, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi barəsində, sonra
Azərbaycan Respublikasının Baş Prokuroru barəsində, Azərbaycanımızın dövlət və hakimiyyət orqanları barəsində, Azərbaycanın digər təşkilatları barəsində dedikləri fikirləri tamamilə rədd edirik. Əsassızdır, qərəzlidir. Ola qarşılarına məqsəd qoyublar ki, qarayaxma kampaniyası aparsınlar. Bu da soyqırım, mənəvi soyqırımı həyata keçirməyə çalışırlar. Bunların da heç birinin hüquqi əsası yoxdur, ola da bilməz. Heç kəs Azərbaycan prezidentinə qarşı bu cür təxribatlara yol verə bilməz. Yol verən şəxslər öz cəzasını almalıdır. Necə ki, qeyd etdiyim kimi separatçılar öz cəzalarını aldılar. Qabillər də, Mehmanlar da, Eminlər də, Rəşadlar da, ondan sonra o Məhəmməd Mirzəlilər də, Elşadlar da layiq olduğu cəzalarını almalıdırlar. Əsasən sizin mübarizəniz xaricdəki blogerlərə qarşı olub. Baxmayaraq ki, onların iyrənc söyüşlərini belə deyək də, yəni fikirləşirsiniz ki, onlarda var da bunlar. Onları nəzərə alaraq siz yenə də onlara qarşı ciddi şəkildə mübarizələr aparırsınız. O bilirsinizmi? Heç kəs Azərbaycan Bu riskə demək olar ki, Azərbaycan Respublikada mən görməmişəm. Yəni, heç kəs Azərbaycanda Azərbaycan prezidentindən üstün mövqeyə malik deyil. Yəni, mən də necə heç kəs. Çünki prezident xalqı, dövləti təmsil edir. Hər bir Azərbaycanlının prezidentidir. O cümlədə mənim prezidentimdir. Mən bir halda ki, Prezident Cənab İlham Əliyev uğurlu məqsəd yolu kimi tarif xarici siyasətinin təbliğinlə məşğul oluram. Və bu məqsədlə də Heydər Akademiyasını etmişəm. Vaxtaşırı çıxışlar edirəm. Mən nəyə görə sualıyam? Nə qədər söyüş, nə qədər ürək istəyir, onsuz da onların işi peşəsi o xəstə uşaq kimi, ruhu əsəb xəstəsi kimi. O Qazaxda dispanser verir, ruhu əsəb xəstəxanası. Dəlxana deyirik də oraya, o ara sözlərindən. Orada keçirsən, pəncərədən söyüş, dəlilər hamısı, bir hərəsi bir söydü, o ora söyür, bu buna söyür. İndi bunlar da gedib otururlar xaricdə, elə bir ki, onlar da ruhu əsəb xəstəxanasıdır, orada otururlar. Orada söyüş söyürlər, orada təhqir yaxdırırlar. Arıbların nə işi var? Küçə uşaqlardır, küçə itləri kimi. O bir kilo var, arvad telefonla danışır, yoldaşı deyir ki, nə mırıldanıyorsan? İndi orada siz nə mırıldanıyorsunuz? Türk qardaşlarımız demişkən. Nə qədər mırıldaşırsınız, mırıldaşın. Bir türər deyə karvan keçər. Azərbaycana heç nə yapışmır ha. Nə qədər danışırsınız, danışın. Bunlar hamısı sizin özünüzə yapışır ha, onu biləsiniz. Bax, Aray Qartunyanla deyirdi, Cənab İlham Əliyev, dayandırmasam belə eləcəm, elə gördüm mən, nə oldu? Deyir, gəlib Bakıda çay içəcəm mən. Gördün, harada çay içdi? Təzirxanada. İndi siz də deyirsiniz ki, belə oldu, elə oldu. Bir gün gələcəksiniz və səsiniz çıxmayacaq onda. Onda mən deyəcəm, hə, Qabil, hanı səsin? İndi nə demişsən? Tut, əgər sənin qeyriyyətin namusu varsa, indi həmən söz bura təkrar elə, deyil. Deyə bilərsən, sən Azərbaycan qandallı gələcəksən, əli bağlı. Onda gör bu ifadələri işlədə biləcəksən mi? Deyə bilərsən mi? Ya Mehman mı, ya o Emin mi? Bunlar hamısı başı pozduğu insanlardır, ələ alınıb, Azərbaycana qarşı qarayaxma kampaniyası aparır bunların əlinə. Yəni, bunlar işıqlı, nurlu gələcəyi qaranlıqlı gecə kimi təqdim etməyə çalışırlar. Göz görə. Görün, prezident ailəsi nə qədər uşaqlara, xəstələrə kömək eləyir, dövlətçiliyə xidmət göstərir. Hər biri milli maraqlarımıza xidmət. Xalqla bir yerdədirlər. Hər gün görün, nə cür sadə davranırlar. Sadəcə olaraq bunları xüsusi hazırlayıblar ki, siz bu cür ifadələr yağdır. Necə ki, mən burada çıxıb şişəliyib, Cənab Prezident haqqında danışan kimi, heç bəzi adamları örgədir, mən bilirəm olar kimlərdir. Suların adını çəkmirəm, görürsünüzmü? Onun haqqında işləyəncə deyirəm, çox sağ ol, canın sağ olsun. Sən də əlindən o gəlir də, sən də onu bacarırsan. Sən ayrı nə deyə bilərsən ki? Sən xoş ifadə danışa bilməzsən. Sənin qabiliyyətin buna çatır. Bax, görsənmi? İşməli su xətti görsün, nə qədər təmiz sərgəli olur. Su kanalizasiya xətti ayrı olur. Bunların da ağzından elə bir kanalizasiya xətti axır. Çirkab suları. Çirkab ifadələr gölətər axır sürətlə. Heç kəs o ufuniyyəti qəbul eləmir. Düzdür, bəzi adamlar var ki, məsəl üçün 5 nəfər, 3 nəfər kimsə də iş axtarır, ya nəsə ehtiyacım var. Deyir, Allah, bu qabil görən nə deyir, görək, ya bu Mehman nə deyir. Özündən nə ilahi bir qüvvə seçirsən, nə özünü
dağın başına qaldırırsın. Sən kimsənə gəlib, gör kim kimə meydan oxuyur. İlham Əliyevə. Gör, İlham Əliyevə meydan oxuyanların hamısı kandanlanıb, görsənmi? Ramiz Mehdiyev, Abbas Abbasovdur, Umursidir. O boyda vəzifə təyin olub Abbas Abbasov. Gör nə işlə məşğullar o. Ramiz Mehdiyev doğru kimi. Bəli. Gör vəzifələr təyin edirlər bunları. Gör, o qurs içərdən deyirlər, qurs içərdən girir, həmən şeylərdir bunlarda. Nə tarışı, mən sənə çörək vermişəm. Gəlin mənim ölümdə çörək yiyib, mənim ölümü yoluna söyər kimi şeydir. Bağışlı da üzrə hesab edirəm. Yəni, bu belə çıxır da, bu mənası belə çıxır. Ancaq Azərbaycan çox qüdrətli dövlət olduğuna görə elə bir, hər bir şəxs, və qeyd elədim, elə bir rengen aparatının qabağında oturur. Aparata düşür. Bütün addımları onları izlənilir. Kim bəş görür, kim hardan getdi, kim hardan gəldi. Kim kimlə nə danışdı. Bəli. Dövlətin əleyhinə çıxış eləmək olmaz. Kim dövlət əleyhinə çıxış edirsə, vətən xainidir. Bax, yenə də deyirəm, Gədəbəyin keçmiş icra başçısıdır, hazırda Göçər rayonunun icra başçısıdır. Orada 2023-cü ildə sürü şəkildə təxribat törətmişdilər. Polislə vətəndaşlar arasında bu yaşlı qadınları çıxarmışlar. Onlar örgədib deyirlər, polis bizi döydü, söydü. O da deyir ki, xeyr, polis heç kəsi döymür. Polis səni məni qoruyur. Kim polisə qarşı çıxış edir, o dövlətinin vətənini xainidir. Çox Orxan müəllim çox doğru düz deyir, bəli. Mən onu alqışlayıram, ona çox böyük minnətdarım bildirirəm, bəli. Azərbaycan polisinə də çox böyük dərin təşəkkürümüzü bildiririk ki, polis orqanları həmişə ayıq-sayıqdırlar. Bizim hər birimizin təhlükəsizlik keşiyində ayıq-sayıq dayanıblar. Bunu yalnız və yalnız alqışlamaq lazımdır. Sən nə düşübsə, sən kimsən? Vilayət Eyvəzov haqqında danışırsan, cənab Vilayət General Polkovnik haqqında. Mən təxminən 20 ildən artıqdır ki, Vilayət müəllimin fəaliyyətindən tanışam, bilirəm. Dövlətçilik gündən qədər səlaqətlə xidmət edir. Sonra Dövlət Təhlükəsizlik Xidməti rəisi, hörmətli cənab Əli Nağıyev. Görün, 2-ci Qarabağ müharibəsi illərində nə qədər əziyyətlər çəkdilər, nə qədər işlər gördülər, separatizmin kökünü kəsdilər. Azərbaycan dövlətçiliyinə qarşı milli maraqlarımız zidd olan məsələləri tez bir ölkə daxilində və ölkə xaricində təfaşkir edirlər. Bəli. Biz, bəli. Bəli, müəllim. İzləyicilərimiz dayanmadan uşaq-pulu haqqında dayanmadan biz sosial məsələlər məsələmiz, mövzumuz hal-hazırda o olmadığı üçün bəli. şərhləri oxuya bilmirik. Növbəti canlı yayınlarda onunla da bağlı fikirlər səsləndirməyə çalışırıq. Yəni, uşaq-pul məsələsi müzakirə obyektidir, müzakirə olunur. Bu, dövlət və hakimiyyət orqanlarının işidir. Yəni, milli məclisi məsələ həll olunmaq üzrədir, bu istiqamət işlər aparılır. Yəni, təhlillər verilir. Ola bilsin ki, gələcək zamanlarda bu məsələ öz həllini tapacaqdır. Yəni, əlbəttə ki, sosial problemlər Azərbaycanda çox böyük sürətlə həll tapır, həll olunur. Pensiyalar artırır, təqaüdlər artırılır. Düzdür, bazar iqtisadiyyatıdır, qiymətlər artır, bir yandan artır, bir yandan azalır. Digər məsələlər baş verir. Bu, ölkədə gedən proseslər, dünyada gedən proseslərin məntiqi nəticəsidir. Bu, təbii şəkildə olan şey, sürü şəkildə işte düzdür. Bəzi hal, arada sürülüyə kimsə hansısa mütəkkirlər yol verir, onlara da qarşısı alınır. Onlara qarşı tədbirlər həyata keçirilir. Kimsə qanunu pozursa, tədbirlər görülür. Mən demirəm ki, kimsə qanunu pozur. Qanunu pozanlar da var, bəli. Qanunu kim pozur, cavabını alır. Qanun varsa cavab verir. Bizim işimiz dövlətçiliyə xidmət üzərində qurulmuşdur. Fəaliyyətimiz milli maraqlara köklənmişdir. Biz həmişə milli maraqlarımıza uyğun olaraq fikirlərimizi səsləndiririk və milli maraqlarımıza zidd olan fikirlər səsləndirən, özlərini bloger adlandıraraq, vətənə xəyanət mövqeyini olaraq, Azərbaycana qarşı əks fikirlər yağdıran, qarayağma kampaniyası aparan, kanalizasiya suları kimi ağızlarından, düşüncələrindən, beyinlərindən, başlarından sirkab suları axıdan, sirkab axıdan şəxslərə qarşı ciddi mübarizə aparılmalıdır. Onları sələsləşdirməliyik. Onlara qarşı necə ki, kənd təsərrüfatında
kəsicilərə, gəmiricilərə, həşəratlara qarşı mübarizə aparırıq. Onları məhv edirik. Bu cür zərərvericiləri də biz bu cür baxışlarımızdan, bu cür fəaliyyətimizdən onların cinayət məsuliyyətinə cəlb edilmələrini tələb etməklə tamamilə zərərsizləşdirməliyik. Bəli. Dəmir müəllim, çox xoş oldu sizinlə bugünkü canlı efirimiz və növbəti canlı efirlərdə görüşmək ümidi ilə. Çox sağ olun. İzləyicilərimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sağ olun, gecəniz xeyir. Sağ olun, gəl xeyir olsun.